Aleksandr Cuma, Qafqaz səfəri, 48-ci fəsil. Tiflisdən Vladikavkaza gedən yol. Tiflisə gəldiyim gündən qərara almışdım ki, Gürcüstanın mərkəzindən Vladikavkaza səyahət edim. Dərbəndin dəmir qapılarından keçmək mənə kifayət etməmişdi. Könlümdən Daryal qapılarını da görmək keçirdi. Qafqazın başına dolanaraq səyahət etmək məni qane etmirdi. Onun düz ortasından getmək istəyirdim. Havanın pisləşəcəyinə baxmayaraq, nəzərinizə çatdırım ki, artıq dekabr ayı idi. Biz Tarantasa mindik. Moyne Tiflisdə qalırdı. Mənimlə yalnız Kalina gedirdi. Elə ki, qonaq olduğumuz evin qapısından yola düşüb şəhər ətrafına çıxdıq, bütün səyahətimizin nə cür yolla davam edəcəyi məlum oldu. Yol alçaq dağların dibindən sürətlə və səsküylə axan Kürün sağ sahili boyunca uzanır, sonra birdən-birə çayın burulduğu yerdə sol tərəfə dönür. Buraya şeytan dizi deyirlər. Aşağı tərəfdən nəhəng dizə oxşadığına görə ona bu ad vermişdilər. Şeytan dizindən başlayaraq yol çala-çuxur dağınıq idi. Onu da deyim ki, şəhərdən cəmi 2 verst aralanmışdıq. Yolun birinci hissəsində diqqətimizi cəlb edən o idi ki, dağın zirvəsinə gedən heç bir pilləkən yerinin olmadığı halda, əslində ora heç pilləkənlə də gedib çıxmaq mümkün deyildi. Orada dördbucaq dəliklər, çox güman ki, mağaralar var idi. Etiraf edim ki, bu mağaralar mənim marağıma səbəb oldu. Ancaq əgər mən hər şeylə maraqlanırdımsa, Kalinanın xasiyyəti tamamilə bunun əksi idi. Məsələn, o Bohemiya kralının 7 qəsrinin yanından keçər, ancaq bunların kim tərəfindən tikilməsi ilə maraqlanmaz. Odur ki, dəridən qabıqdan çıxıb onu öz inadından, fikrindən döndərməli, mənə lazım olan məsələ ilə maraqlanmağa məcbur etməli idim. Düzünə qalsa, vəziyyətimiz o qədər də ürəkaçan deyildi. Mağaralar barədə məlumat almaq üçün müraciət edə biləcəyimiz yeganə adam arabaçımız idi ki, bu adam 15 ildir ki, bizim ilk dəfə getdiyimiz bu yolla həftədə azı 2-3 dəfə keçib gedirdi. Amma məlum oldu ki, mənim tarixçəsini öyrənmək istədiyim mağaralarla o heç bir dəfə də olsun maraqlanmayıb. Odur ki, mən bu məsələdə öz təxmini düşüncələrimlə baş-başa qalmalı oldum. Görəsən bu mağaraları insan əli yaratmışdı, yoxsa onlar təbiətin əsəri idi? Əgər bu təbiətin işi idisə, onda olduqca səliqə-sahmanla işləmişdi. Qafqazda rast gəlinən kristallaşmalar bəzən inanılmaz dərəcədə mütənasib olur. Ancaq mağara dəliklərinin kristallaşma nəticəsində əmələ gəlməsi heç ağlabatan deyildi. Əslində bu mağaraların Qafqazın ilk sakinlərinin yaşayış məskəni olması fikri daha inandırıcı idi. Əgər doğrudan da belə idisə, onda qədim insanların yaşadığı dövrdə meydana gəlmiş bu ibtidai memarlıq nümunələri qarşısında gərək ehtiramla baş əyib səcdə edək. Mən ibtidai memarlıq dedikdə səhv edirəm. Çox güman ki, insanların ilk yaşayış məskənləri sıx kölgəli ağacların altı olmuşdur. Qış onları bu qonaqpərvər ağacları tərk etməyə, soyuqdan mühafizə olunmaq üçün mağaralara çəkilməyə, hazır mağara tapmadıqları halda isə onları qazmağa məcbur etmişdi. Hər halda, əgər bu mağaralar bizim düşündüyümüz məqsədə xidmət ediblərsə, bu zaman onların 70 əsrlik tarixi vardır. Yalnız elə bu onların hörmətə layiq qədimliyindən xəbər verir və əslində bizim heç nə bilmədiyimizi anlamaq üçün hələ 7000 ildə keçməlidir. Bəlkə də bu mağaralar qədim atəşpərəstlərin öz ölülərinin külünü qoyduqları qəbirlərdir. İranda, xüsusilə Tehran yaxınlığındakı Yəzd əyalətində bizim bu gördüyümüz mağaralara oxşar mağaralar tapılmışdır və yerli sakinlər özləri də bunların zərdüştlərin qəbirləri olduğunu güman edirlər. Bu təxminlərimiz arasında ən ağlabatanı, ən doğrusu elə son dediyimiz fikirdir. Belə ki, xristianlığa qədər Gürcüstanda və xüsusilə ölkənin mərkəzi olan Misxetdə atəşpərəst ayinləri, adət-ənənələri hökm sürmüşdür. Rəvayətə görə bizim bu saat getdiyimiz yol vaxtilə Mitridatın ardınca düşüb onu qarabaqara təqib edən məşhur Pompeyin keçdiyi yoldur. 1840-cı ildə bizim ev sahibi Müsyo Zubalovun mühəndis dayısının layihəsinə əsasən Kür üzərində salınan körpünün yaxınlığında köhnə kərpiç körpünün qalıqları vardı ki, onu Pont Krallığı Fatihinin adı ilə bağlayırlar. Elə ki, bu körpünü keçdim, Misxetə, yəni Gürcüstanın qədim mərkəzinə, daha doğrusu hazırda həmin qədim şəhərin yerində, yəni Kürlə Araqvanın qovuşduğu yerdə salınan miskin bir kəndə daxil olursan. El arasında gəzən rəvayətə görə Misxetin əsasını Musanın 6-cı nəslindən olan Kartlosun oğlu Misketos qoymuşdur.
Bura bina ediləndən bir neçə yüzyıl sonra gözəl və böyük bir şəhərə çevrilmiş və Gürcü çarları oranı özlərinin iqamətgahı seçmişlər. Şəhərin Ardam adlı İran hökmdarı onun ətrafına hasar çəkdirmiş, Kürün üstündəki körpünün yaxınlığında bir qala tikdirmişdir. Həmin qalanın qalıqları hələ də durur. Belə qalalardan birini də o şimalda çayın o biri sahilində inşa etmişdir. Azon Makedoniyalı İskəndərin dövründə Geberlərin təqibə məruz qaldıqları vaxt Misket divarlarını dağıtmış, sonradan Farnavaz tərəfindən bu divarlar yenidən bərpa olunmuşdur. 255-ci ildən 318-ci ilə qədər hökmranlıq etmiş Kral Miryan Misketdə taxtadan bir kilsə tikdirmişdir ki, burada da İsa'nın cırıq cübbəsi saxlanırmış. Həmin əsrin sonlarında çiçəklənmə dövrünə qədəm qoyan Gürcüstanın 26-cı çarı Mirdad bu kilsənin taxta divarlarını daş divarla əvəz etmişdir. Həmin kilsə bugün Samironi adlanır. Bu hökmdar kilsənin şimalında gözəl günbəzli Santavru kilsəsini tikdirmişdir. Gürcüstanın 43-cü çarı sayılan və 7-ci əsrin sonlarında yaşamış çar Mir bu kilsədə dəfn olunmuşdur. Təxminən 1304-cü ildə Yadelilər tərəfindən dağıdılmış, daşı daş üstə qalmayan şəhərin kilsəsi 71-ci Gürcü çarı Georgi tərəfindən yenidən bərpa olunmuşdur. Lakin çox keçmədən yenidən Teymurləng onu darmadağın edir. Gürcülər ona Ləng Teymur deyirlər. Misket Gürcüstanın 76-cı çarı Aleksandrın vaxtında yenidən xarabalıqlar arasında baş qaldırır və bu çar orada daşdan günbəzli bir kilsə tikdirir. Nəhayət təxminən 1722-ci ildə Vaxtanq bu kilsəni daha da abadlaşdırır. Burada Gürcüstanın neçə çarı əbədi yuxuya getmişdir. Səhv etmirəmsə, onlardan sonuncusu 1811-ci ildə vəfat etmiş Georgidir. Misketin şərqində Civari Zedareni dağı ucalır. Onun lap zirvəsində isə Kuaris kilsəsi tikilmişdir. Yerli cəmaatın dediyinə görə bu kilsənin günbəzini Misket kilsəsinin günbəzi ilə polad zəncir birləşdirilmiş və səhv etmirəmsə, hər iki kilsənin müqəddəsləri gecələr bu zəncirin üstü ilə bir-birinin görüşünə gedərmişlər. Bunlardan biri usta, o birisi isə həmin ustanın şagirdi tərəfindən tikilmişdir. Usta görəndə ki, şagirdinin işi onun işini kölgədə qoyub, özü sağ əlini biləkdən vurub kəsibmiş. 469-cu ildə Vaxtanq Qurdaslan Tiflisin əsasını qoyur və öz iqamətgahını oraya köçürür. Misket isə artıq Gürcü çarlarının paytaxtı olmur. Deyilənə görə tərk olunmuş şəhər şimaldan cənuba qədər 6 verst məsafədə uzanıb gedirmiş. Bugün Misket köklüyü ilə qətiyyən mans toyuqlarından geri qalmayan ətlik toyuqları ilə məşhurdur. Orada yetişdirilən alabalıqlar isə Roşun alabalıqları ilə müqayisə edilə bilər. Misketdən 2-3 verst yuxarıda Zaden dağının zirvəsində Gürcüstanın 4-cü çarı Farnaçın tikdirdiyi qalanın xarabalıqları görünür. O, bu dağın zirvəsində Zadenin bütünü ucaltmışdır və Zaden dağının adı da elə buradan götürülmüşdür. Havanın pisləşəcəyindən narahat olsaq da yolumuza davam etdik. Sanki uzaqdakı dağların zirvəsi mane olmasa, sıx buludlar bu saat aşağı enib başımıza töküləcəkdi. Artıq həmin zirvələrin qarla örtüldüyünü görürdük. Bu bəyaz örtük get-gedə bizə tərəf yaxınlaşırdı. Biz Misketdən 10 verst aralıda dağın ətəyindən ayrıldıq və vadiyə enib Araqvanın sahilləri ilə irəliləməyə başladıq. Bu andan etibarən çayın sahili boyunca yol biraz babat idi, amma Duşetə 3 verst qalmış yenidən pisləşdi və gah qaranlıq, gah da süd kimi ağ gecədə Duşetə gəlib çatdıq. Bütün günü dağlara yağan qar artıq vadini də örtmüşdü. Gecə olduğundan Duşetdə hamı yatırdı. Yalnız stansiyanın sönmək üzrə olan zəif şamı yanırdı. Elə bu şamla bizə ocaq qaladılar, samavar qoydular. Ərzağımızı çəkib çıxartdıq və bir təhər şam etdik. Şam yeməyindən sonra Kalino taxta skamyanın üstündə yerini rahatladı və dünyadan bir xəbər kimi şirin yuxuya gedib səhərəcən yatdı. Bayırda yağan quşbaşı qar canıma vəlvələ salmışdı. Mən cəld Qafqaza səyahətimi yazmağa başladım. Əlverişsiz şəraitdə iş mənim üçün ən böyük mənəvi qidadır. Səhərə yaxın saat 3-də kürkümə bürünüb skamyanın üstündə yuxuya getdim. Saat 7-də oyandım. Hava işıqlanmağa başlayırdı, amma buna işıq demək olmazdı. Sıx duman hərəkət edən divara oxşayırdı. Nə qədər yaxınlaşırdınsa, o uzaqlaşırdı. Kalino oyandı və at verilməsini tələb etdi. Belə bir havada yolumuza davam etmək istəyimiz məntəqə nəzarətçisini yamanca qəzəbləndirirdi. Biz bir təhər Ananura qədər gedə bilərdik, ancaq oradan o yana yolumuza davam edə bilməyəcəkdik.
Mən cavabımda bildirdim ki, bir halda ki, Ananura qədər gedə bilərik, işin o tərəfini orada düşünərik. Səhər yeməyi, çay dəstgahı və məntəqə rəisinin qaşqabağı üzündən saat 10-un yarısına qədər gözləməli olduq. Nəhayət yola düşdük. 3 saat sonra, yəni günorta biz artıq Ananurda idik. Araqvanın sağ sahilində yerləşən Ananur qalasını görmək olurdu. Bu qala vaxtilə Araqva eristavlarının istehkamı olmuşdur. İndi isə danışacağımız hadisə nəticəsində qala onların əlindən alınmışdı. Ancaq əvvəlcə bir məqama aydınlıq gətirək. Məsələ burasındadır ki, hazırda şəxsi ad mənasında işlənən Eristav yaxud Eristov sözü əvvəllər titul, rütbə kimi xalqın başçısı demək idi. Gürcü knyazlarının çoxunun adı məhz buradan götürülmüş. İrsən keçən belə titulların yanında soyadı istifadə edən sözlər ixtisar edilərək bugün ad kimi işlənmişdir. Bu ondan irəli gəlir ki, hökmranlıq hakimlik nəsildən nəslə keçmiş, hamı bu titulu söyləməyə adət etdiyindən ali mənsəb sahiblərini adları ilə yox, fəxri adları ilə çağırmışlar. 1727-ci ildə Ananur qalasında yaşayan Bardzim adlı Araqva eristavı günlərin bir günü öz qohum qardaşı ilə ləzzətlə yemək yediyi vaxt kimsə qalxıb pəncərəyə yaxınlaşır və uzaqdan görünən yolda əsil nəcabətli bir qadının gəldiyini görür. O vaxtın adətinə görə elə indi də həmin adət saxlanılır. Qadın atın üstündə idi və yanında onu müşayiət edən bir keşiş, qolunda şahin tutan 2 əyan və xidmətçilərlə bərabər öz yoluna davam edirmiş. Pəncərədən baxan adam gördüyünü evdəkilərə xəbər verir. Qonaqlar arasında gözdən iti olan biri atın üstündəki qadının Ksani Eristavının bacısı ya da arvadı olduğunu zənn edir. O vaxtlar həmin qadınla Araqva Eristavının arasında gizli macəra varmış. Təklif olunur ki, atın üstündəki o cavan qadını qaçırmaq lazımdır. Çünki qadın yaxınlaşdıqca onun gözəl və cavan olduğu bəlli olurdu. Eristavın qonaqlarının şən əhval ruhiyyəsi bu təklifin tamamilə təbii qəbul edilməsinə səbəb olur. Nökərləri çağırırlar, atlar yəhərlənir və onlar qaladan aşağı enib keşişi, şahinlə ov ovlayanları və knyaginyanı müşayiət edən qulluqçuları qaçmağa məcbur edirlər. Knyaginyanı əsir götürüb qalaya gətirirlər. Bir saat sonra zavallı knyaginyanın qırmızı paltarı bayraq kimi qalanın üstündə yellənir. Bəs görəsən onun aqibəti necə olur? Görünür olduqca xoşagəlməz və ciddi hadisə baş vermişdi. Belə ki, knyaginyanın evə çılpaq qayıtdığından xəbər tutan Ksani Eristavı Şanş bu işin axırına çıxacağına, Araqva Eristavlarının hamısını son nəfərinə qədər öldürəcəyinə and içir. Bu andı yerinə yetirmək sən deyən asan iş deyildi. Ancaq knyaz Şanş xanım Florent qaçırıldıqdan sonra qraf Julien necə hərəkət edirsə eləcə edir. O, Allahsızlarla, yəni ləzgilərlə ittifaqa girir. Eristav Ksani ləzgilərin köməyi ilə əvvəlcə Xamşistxixi qalasını ələ keçirir. Sonra Ananur üzərinə yürüşə başlayır. Araqva Eristavı ilə knyaz Şanşın ləyaqətini təhqir edən digər qohumları isə alınmaz hesab olunan bu qalaya sığınıblarmış. Knyaz Şanşe Ananura yaxınlaşanda qalanın üstündə bayraq kimi yellənən paltarı tanıyır. Həmin dəqiqə o, birinci andın dalınca ikinci andı içir. Təhqir rəmzi olan paltarın yerinə Eristavın başını asacağına and içir. Qalanın alınması uzun çəkir, ancaq ləzgilərin köməyi ilə qala alınır. Eristavlar hamısı son nəfərinə qədər məhv edilir və qalib nəslin bu günə qədər qeyrət rəmzi kimi saxladığı qırmızı paltar həqiqətən də knyaz Bardzimin başı ilə əvəz olunur. Yəni qırmızı paltarın yerinə Bardzimin kəsilmiş başı asılır. Ananur qalasında 2 kilsə vardı. Hər ikisi də bizim adını eşitmədiyimiz, lakin Gürcüstanda çox məşhur olan bir müqəddəsin adı ilə tanınır. Həmin şəxs Gürcüstanda böyük nüfuza malik müqəddəs Xitobeldir. Bugün həmin kilsələrin yalnız xarabalıqları qalır. Onların hər ikisini ləzgilər talan etmiş, viran qoymuş, təsvirləri divarlarda həkk olunan əshabələrin və müqəddəslərin gözlərini bıçaqla oymuşlar. Bir vaxtlar Ananur Rusiyadan Gürcüstana gələnlərin yoluxucu xəstəlik keçirib-keçirmədiklərini, sağlamlıqlarını yoxlamadan keçirən sanitar nəzarət məntəqəsi olmuşdur. Bizim yalnız bir niyyətimiz vardı. Gedib Pasanaurda gecələmək. Bunun üçün hələ 22 verstə yol getməli idik. Ananurdan sonra yol nəinki biabırçı vəziyyətdə idi, həm də qorxulu, təhlükəli idi. Yol sıx və keçilməz meşəlik olan dağla sıldırım yoxuşa qalxırdı. Həm də cığır elə dardı ki, 2 araba bir təhər yanaşı gedə bilərdi. Buradan 500 addım aşağıda sıldırım qayalıqların dibində Araqva çayı qıvrıla-qıvrıla kükrəyir.
Ananurdan 15 verslik məsafədə Menisau çayı səhv etmirəmsə 20 fut hündürlükdən tökülərək gözəl bir şəlalə əmələ gətirir. Pasanaur 40 nəfər əhalisi olan nəzarət məntəqəsidir və burada səyyahlar üçün heç bir şərait yoxdur. Xoşbəxtlikdən ərzağımız Kobeyə qədər bəs edəcəkdi və belə fərz edirdik ki, ora qədər gedə biləcəyik. Ancaq havanın tez-tez dəyişməsi üzündən bu məsələ biraz şübhəli idi. Biz Ananurdan çıxandan sonra əsl qış düşdü və elə olurdu ki, tarantasımız 30, bəzən 45-60 santimetr qarın içi ilə irəliləyirdi. Knyaz Baryatsinski bizə öz başına gələn bir əhvalatı danışaraq baş verəcək maneələr barədə əvvəlcədən xəbərdarlıq etmişdi və həqiqətən də biz indi həmin maneə ilə rastlaşırdıq. Günlərin bir günü o indi bizim getdiyimiz yolla əks istiqamətdə, yəni Vladikavkazdan Tiflisə gəlirmiş. Pasanaurdan biraz yuxarıda güclü uçqun yolu kəsir və o dayanmalı olur. Arabaların keçməsi üçün yol təmizlənənə qədər səbri çatmır. At qoşulmuş kirşədən enir. Zabit şinelini geyinir. Əsasını əlinə götürür və cəsarətlə yola düzəlir və düşünür ki, arabalar arxadan gəlib ona çatarlar. Yox, əgər çatmasalar belə, yenə də bütün yolu piyada gedər. Yol isə uzun idi. Dediyimiz kimi 22 verst idi. Knyaz bir xeyli gedəndən sonra dönüb dalına qabağına baxır ki, görsün arabalar gəlir ya yox. Ancaq heyhat. Dağa qalxan cığırların birinə çatanda burnunun qızarmağından vurmaqla arası saz olduğu bəlli olan bir gürcünün xırda amma möhkəm bir atın üstündə mahnı oxuya-oxuya ona tərəf gəldiyini görür. Knyaz atın üstündəki adamdan çox onun mindiyi ata həsədlə baxır. O isə tamamilə gürcüdən fərqli idi. Knyaz piyada qarın içində soyuqdan donur, içkinin təsirindən keyfi ala buludda olan gürcü isə atın belində mahnı oxuyurdu. Ona görə belə deyirik ki, fikrimizi ifadə etməyə ayrı söz tapmadıq. Gürcü heç vaxt sərxoş olmur. Gürcü yemək zamanı 8, hətta 10 şüşə şərab içər. Həm də ona görə içər ki, əvvəlki meyxoşluğunu saxlaya bilsin. Lakin heç vaxt əməlli başlı keflənməz. Knyaz Baryatsinski mənə son gürcü çarlarından birinə məxsus olan çox yaraşıqlı bir qulaq vermişdi. Bu qulaq 4 şüşə çaxır tuturdu. Çar həmin bu qulağı çaxırla doldurub bir nəfəsə başına çəkərmiş. Bizim bu atlı gürcünün neçə qulaq boşaltdığını demək çətindir. Ancaq əminliklə söyləmək olar ki, artıq onun gözü heç nəyi görmürdü. Yəni, əsl içki düşkünü kimi İncil qayda qanununa uyğun vəziyyətdə idi. Burada deyildiyi kimi, öz yoldaşını da özün qədər sev nəsihətinə sadiq idi. Atın üstündəki gürcü bir nəfərin qarın içi ilə getdiyini görəndə zarafatlaşmağa hazır vəziyyətdə ona yaxınlaşır və ilk xoş sözü Qomar Coba olur. Yəni, qələbə səninlə olsun. Knyaz isə öz cavabında Qaki Markos, yəni sizinlə bahəm deyir. Ancaq Knyaz gürcü dilində bu iki sözdən artıq heç nə bilmədiyindən atlının rusca bilib-bilmədiyini soruşur. Azmaz qanıram, gürcü cavab verir. Beləliklə söhbət qızışır. Kim və nəçi olmasından asılı olmayaraq, gürcülər hara getsələr, həmişə səxavətli, xeyirxah, ürəyi açıq olurlar. Buna görə də bu gürcü özü haqqında hər şeyi heç nə gizlətmədən yol yoldaşına danışmağa başlayır. Bu, əsilzadə zadəganların kökü kəsiləndən sonra Gürcüstanda meydana çıxan saysız-hesabsız kiçik zadəganlardan biri imiş. Onun bir atı və 7-8 disyatin üzümlüyü varmış. Özü də yaxın dağların birinə toya dəvət olunubmuş. İndi isə oradan gəlirmiş. Yola çıxmazdan qabaq o doyunca çaxır içmiş və yalnız bundan sonra Tiflisə yola düşmüşdür. Knyaz onun söylədiklərini axıra qədər dinləyir və sözünü kəsmir. Və elə ki, atlı danışıb qurtarır, Knyaz deyir. Dostum, Knyaz ona deyir. Siz mənə bir yaxşılıq etməlisiniz. Nə yaxşılıq? Gürcü soruşur. Ananura qədər getmək üçün atınızı mənə borc verin. Onsuz da sizin cəmi 8, uzağı 10 vers yolunuz qalıb. Sizin kimi vaxtını xoş keçirmiş, yorğun olmayan bir adam üçün bu yol heç nədir. Ancaq 12 versti piyada gəlmiş mənim kimi biri üçün çoxdur. Borc vermək? Siz nə danışırsınız? Qoy elə mənim atım sizə qismət olsun. Mənim gözlərim üstə. Bu sözdən sonra o gürcücə mahnı oxuya-oxuya ayağını yəhərdən aşırıb yerə qoyur. Oxuduğu mahnının mənası isə belə imiş. Qardaşlar gərək bir-birlərinə kömək etsinlər. Yox, nə danışırsınız? Qətiyyən olmaz deyə Knyaz cibindən 10 rubl kağız pul çıxararaq israrla gürcüdən pulu götürməsini xahiş edir. Gürcü ağayanıqla Knyazın əlini geri qaytarır. O biri əli ilə atın cilovunu ona verir. Üzəngini tutaraq deyir. Allah xatirinə buyurun.
Knyaz bildirdi ki, əgər Gürcü bir şeyi özü başqasına təqdim edirsə, deməli onu təmiz ürəklə verir. Buna görə də o atın üstünə qalxır və adi yerişlə Gürcünün yanınca getməyə başlayır. Siz nə edirsiniz? Gürcü ondan soruşur. Bəyəm nə etdiyimi görmürsünüz? Knyaz cavab verir. Sizinlə yanaşı getmək, yol yoldaşı olmaq istəyirəm. Mənim yol yoldaşına ehtiyacım yoxdur. Sizin isə bir stəkan çaxıra və gür-hagür yanan bir sobaya ehtiyacınız var. Atı Ananura qədər çapın. Bir saata orada olarsınız. Bəs sonra atınız necə olsun? Onu oradakı tövlələrin birinə salın və deyin ki, bu atı mənə xeyirxah bir insan verib və özü isə arxasınca gəlir. Deməli, icazə verirsiniz, eləmi? Bu nə sözdür? Zəhmət olmasa buyurun. Knyaz Gürcünün sözünü ikinci dəfə təkrar etməsini gözləmir və cəld atını çaparaq gedir. Doğrudan da bir saat sonra o Ananurda idi. Burada onun üçün şam yeməyi hazırlanmışdı. Bütün qarnizon ayağa qalxmışdı və hamı ona rütbəsinə uyğun şəkildə hörmət edirdi. Knyaz süfrəyə oturur. Gürcünün atına 2 qat artıq yem verilməsini tapşırır və bir də tapşırır ki, gözdə qulaqda olsunlar, Gürcü gələn kimi ona xəbər versinlər. Sonra 12 versti piyada, 10 versti isə atla yol gəlmiş adam necə yeyərsə, Knyaz da eləcə yeməyə başlayır. Elə ki, süfrəyə çərəz gəlir, qapı azacıq aralanır və kefi kök Gürcünün əvvəlcə burnu, ardından isə gün kimi işıq saçan şən sifəti görünür. Ah, bu sizsiniz mənim xeyirxah dostum, buyurun, əyləşin, yeyib için. Gürcü dodağının altında nəsə mızıldanır, sonra süfrənin başında əyləşir, yeyib içməyə başlayır. O 1 saat dayanmadan yeyir, 2 saat içir, ancaq ayağa qalxmaq bilmir ki, bilmir. Knyaz yerindən qalxır, bunu görən Gürcü də ayağa durur. Knyaz yorğun idi və uzanıb dincəlmək istəyirdi. Gürcü isə ayağa qalxsa da yerindən tərpənmir, olduğu yerdəcə heykəl kimi dayanır. Knyaz onun əlini sıxır və gecəniz xeyrə qalsın deyir. Açıq-aydın hiss olunur ki, Gürcünün də Knyaza deyiləsi sözü var, ancaq cəsarət etmir. Knyaz ona yaxınlaşır. Hə, ona deyir. Nə sözünüz varsa açıq deyin, çəkinməyin, yoxsa mənə bir şey demək istəyirsiniz. Bəli, Əlahəzrət. Onu demək istəyirəm ki, sizinlə rastlaşanda elə bildim ki, kasıb bir rus zabitisiniz. Elə mənim tayımsınız və mənə təklif etdiyiniz 10 rubl puldan imtina etdim. Ancaq indi görürəm ki, siz knyazsınız, padşah kimi var dövlət sahibisiniz. Elə düşünürəm ki, indi vəziyyət tamamilə başqa cürdür və mənə nə qədər pul versəniz, qəbul edə bilərəm. Knyaz onun tələbini çox ədalətli hesab edir və Gürcüyə 10 rubl əvəzinə 20 rubl verir. Biz bunu ona görə danışdıq ki, bu əhvalat ölkənin adət-ənənəsini sadə və gözəl dillə dəqiq əks etdirir. Mən Tiflisdən Vladikavkaza qədər bütün Qafqaz boyunca uzanan yol haqqında danışdım və söz arası bir zərb məsələ də təkrar etdim. Bu yolun salınmasına sərf olunan vəsaitlə Tiflisdən Vladikavkaza qədər puldan körpü salmaq olardı. Pasanaurda yeni yol salınır. Buradan birbaşa Kazbekə gedən bu yol Kayşaur və Kobi məntəqələrindən aralıdır. Yəni bu iki nəzarət məntəqələrində, daha doğrusu onların arasındakı ərazidə tez-tez uçqunlar olur. Bu yolda işin neçə ildən bəri getdiyini söyləmək çətindir. İndiyə qədər yolun cəmi 15-18 verstində iş görülüb və heç şübhəsiz ki, bu yol tamamlanana qədər o da uçulub dağılacaqdır. Qısası bir tərəfdən tikirlər, o biri tərəfdən sökülüb dağılır. Əgər nə vaxtsa bu yol çəkilib qurtararsa, o enli hamar və rahat olacaq. Dağların arası ilə ilan kimi qıvrılacaq, nə qədər yuxarıya qalxsa da qar uçqunlarının, tökülən qaya parçalarının heç bir qorxusu olmayacaq. Kazbekdən 5-6 verst aralıda kiçik vadidən keçən bu yeni yol birdən-birə tən ortadan bir təpə ilə kəsilir və onun yanından dolanıb keçmək isə mümkün deyil. Ağsu dağında olduğu kimi burada da yol əyimə dolama gedir, ancaq bu məsafəni heç də azaltmır. Sadəcə biraz rahat olmasına şərait yaradır. Həmin axşam yolların vəziyyəti haqqında təzə xəbərlər eşitdik. 3 gün idi ki, yuxarılara qar yağırdı və bizi inandırırdılar ki, qarın qalınlığı 5-6 futa çatır. Tarantasla yola çıxmaq qeyri-mümkün idi, olsa kirşə ilə gedə bilərdik. Tarantas kirşə ilə əvəz olundu və ona 5 at qoşdular. Bizə bildirdilər ki, yəqin biz Kvişetdə atları öküzlə əvəz etməyə məcbur olacağıq. Kvişetə qədər hər şey qaydasında idi. Düzənlikdən keçən hamar yolla rahatca gedirdik. Sağ tərəfdə Araqva axır, sol tərəfimiz isə meşəlik idi. Tezliklə Araqvanı keçdik və bu dəfə tərsinə oldu. Yəni Araqva sol tərəfdə, meşəlik isə sağ tərəfdə qaldı.
Klişetdən o tərəfə 6 verslik bir yoxuş başlayırdı və demək olar ki, yol uçurum idi. Buna görə də arabadan atları açdılar və onların yerinə 12 öküz qoşdular. Bu öküzlər hər dəfə addım atdıqca qarınlarına qədər qara batır və mindiyimiz kirşəni güclə çəkirdilər. Keçdiyimiz yolun qarı kövrək və yumşaq idi. Hələ qabaqda 22 verst yolumuz qalırdı. İndiyə qədər gəldiyimiz 5 verst yarım məsafəyə 6 saatdan artıq vaxt sərf etmişdik. Bu boyda yolda cəmi 2 dəfə qarşıdan gələn xizəklə rastlaşdıq. Yol elə dar idi ki, kirşələr sürüşüb uçuruma yuvarlanmasın deyə ehtiyatla getmək lazım gəlirdi. Xoşbəxtlikdən biz yolun sağı ilə gedirdik və uçuruma tərəf əyilmək əvəzinə qayaya sıxılırdıq. Bir dəfə qarşılaşdığımız kirşələrdən birinə qoşulmuş öküzlərin ikisinin ayağı sürüşdü və yolçular hamısı yolun üstünə yıxıldılar. Heç bilmirəm necə oldusa, arabaçı öküzləri çəkib saxlaya bildi. Görünür heyvanlar özləri də elə qorxmuşdular ki, ayaqlarının bərk yerə dəydiyini hiss etdikdə bütün bədənləri tir-tir əsməyə başladı. Hətta öküzlərdən biri yerə yatdı. Yuxarı qalxdıqca qarın parlaqlığı daha da artırdı. Yolda rast gəldiyimiz adamların hamısının başında lampa örtüyünə oxşayan günlüklü papaqlar vardı və bu onları çox gülməli göstərirdi. Fino əvvəlcədən bizə bu barədə məlumat vermişdi və odur ki, hamımız onun məsləhəti ilə bizim amazonkaların meşə gəzintisi zamanı Londonluların isə Epsom at yarışlarına gedərkən başlarına örtükləri yaşıl tül papaqları başımıza keçirtdik. Belə ehtiyatlı olmayanların və ya başına günlüklü papaq qoymayanların gözü oftalmiya xəstəliyinə tutula bilər. Elə ki, Kayşaura çatdın, özündən asılı olmayaraq dayanıb ətrafını, xüsusilə keçdiyin yolu gözdən keçirirsən. Hər tərəf ağappaq qarla örtülüb. Arxada isə Gürcüstanın göz işlədikcə uzanan düzənlikləri görünür. Bilmirəm, yayda buranın mənzərəsi necə olur, qışda isə hər tərəf qəmgin və möhtəşəm görünür. Ətrafda göz qamaşdıran bəyaz örtükdən, dibi görünməyən boşluqdan, can sıxıcı sonsuzluqdan, ölü sükunətdən başqa heç nə yoxdur. Yalnız adda budda gözə dəyən qara ləkələr, qarın da qalmadığı sıldırım qayalar, əlçatmaz yüksəklikdə tikilmiş tək-tük komalar idi. Qarın üstündə ləkə kimi görünən belə nöqtələr yoldan keçənlərin getdikləri yerə nə qədər məsafə qaldığını bilməsi üçün yeganə vasitə idi. Yoxsa adam lap çaşbaş qalar. Yarıdan çoxu qarın altında qalan bu tənha komalara diqqətlə nəzər saldıqda nə onlara çıxan çığır gözə dəyir, nə də birinin bacasından tüstü çıxdığı görünür və adama elə gəlir ki, bu komalar artıq sakinləri tərəfindən tərk ediliblər. Aşağıya dərənin dibinə əyilib baxanda ilan kimi qıvrıla-qıvrıla axan Aragva çayından başqa heç nə seçilmir. Çayın suyu yaydakı kimi qara torpaqda bərk vuran gümüş kəmərə oxşamır. İndi o, bəyaz qarın içində qaramtıl, cilalanmış polad rəngində qarışıq lentə oxşayır və hər tərəf ağ olduğundan daha tez seçilirdi. Kayşaur məntəqəsi və onu əhatə edən tikililərin hamısı qarla örtülmüşdü. Damların örtükləri də ətrafdakı mənzərədən seçilmir və qədim qəbirlərin üstündə tikilmiş günbəzləri xatırladırdı. Qar elə çox yağmışdı ki, evlərin pəncərələrini yarıyacan örtmüşdü. Onun qalınlığı demək olar ki, 1 metrdən artıq idi. Evlərə gündüz işıq düşsün və hava girsin deyə əsl səngər qazıb qarı təmizləmək lazım idi. Adama elə gəlirdi ki, sanki düz Sibirin ortasındasan. Kayşaurda dayandıq. Həmin gün yolumuza davam etməyi ağlımıza da gətirə bilməzdik. Yola çıxsaq Xaç dağını gecə vaxtı keçməliydik. Halbuki onu günün günorta çağı keçmək müşkül məsələ idi. Günorta saat 3 idi. Atları qoşqudan açdılar və belə bir havada heç kim yola çıxıb dağlarda özünü təhlükəyə atmağa cəsarət etmədiyindən məntəqədəki ən yaxşı otaqlar da bizə qismət oldu. Sabahı gün səhər saat 9-a yaxın biz yola düşdük. Bura gəldiyimiz vaxtdan bəri 2-3 kirşə yola çıxmışdı və artıq yolların açıldığını düşünmək olardı. Əlimdə səyahət vəsiqəsi olduğuna görə həm də Knyaz Baryatsinskinin şəxsi göstərişinə uyğun olaraq mənə 12 öküz, piyada hissəsindən 12 əskər və o qədər də qazaq ayrılmışdı. Kayşaurdan çıxıb elə 2 vers getməmişdik ki, bir nəfər İnquş zadəganına rast gəldik. Onu 4 nəfər atlı nökər müşayiət edirdi. Zadəganın dalınca başqa 4 atlı da gəlirdi və onlar əllərində 6 böyük ov tulasının ipini tutmuşdular. Mənə dedilər ki, gələn knyazdır. O, səlib yürüyüşü iştirakçıları kimi qədim paltar geymişdi. Yəni başında yanlardan və arxasından dəmir tor sallanan yaslı dəbilqə, əlində zirək, sağ böyründə düz qılınc və kiçik dəri qalxanı vardı.
Biz artıq Osetiyanın Quda rayonuna daxil olurduq. Osetinlərlə inquşları bir-birindən seçmək üçün ən azı Klaprot yaxud Dubuva kimi alim olmaq lazımdır. İnquşlar nə müsəlmandırlar, nə də xristian. Onların çox sadə dinləri var. Onlar deistdirlər. Onların Allahının adı Daldır. Ancaq onun böyür başında nə müqəddəslər var, nə də əshabələr. Onlar bazar günləri istirahət edər, əllərini ağdan qaraya vurmaz, kiçik və böyük pəhriz saxlayarlar. Özlərinin də bir neçə müqəddəs ziyarətgahları vardır. Demək olar ki, bunların hamısı Tamaranın vaxtında salınan kilsələrdir. Hamının İsa'nın Stak adlandırdığı qoca bir keşişləri var ki, o evlənmir və həmişə qurban kəsib ibadət edir. Osetinlərin arasında xristianlığı yaymaq məqsədi ilə bu yerlərə göndərilən rus təbliğatçıları onları dinlərindən döndərmək üçün nə qədər səy göstərsələr də istədiklərinə nail ola bilməmişlər. Bir yandan da qul kimi Türkiyəyə satılmış iki inquş qardaş orada müsəlman dinini qəbul edir. Məkkəyə ziyarətə gedir, sonra öz vətənlərinə qayıdırlar. Onlar analarının hələ də həyatda olduğunu görürlər və onu İslama cəlb edirlər. Sonra isə öz həmvətənlərini bu dinə ibadət etməyə çağırırlar. Lakin həmvətənləri həmin iki qardaşa belə deyirlər: Siz kölə ikən qəbul etdiyiniz dini təbliğ edirsiniz. Bizə belə bir din lazım deyil. Buradan rədd olun, bir daha bu torpaqda heç kimin gözünə görünməyin. Qardaşlar ölkəni tərk edirlər və bir daha onları görən olmur. Kalmıklar kimi inquşlar da öz adlarını heyvanların adından götürmüşlər. Məsələn, bəzilərinin adı Poyedir. Bu it deməkdir. Ust öküz, Koka isə donuz deməkdir. Onlar 5 və hətta 7 arvad alırlar. Bu məsələdə müsəlmanlardan da sərbəstdilər. Müsəlmanların uzaq başı 4 kəbinli adı da ola bilər. İnquşitiya böyük və kiçik olmaqla 2 yerə bölünür. Birincinin əhalisi düzənliklərdə, ikincininki isə dağlıq ərazidə yaşayırlar. Osetinlərə gəldikdə isə biz bu barədə artıq biraz danışmışıq. Onlarda məni çox təəccübləndirən başlarına bizim telxəklərin papağına oxşar papaq qoymalarıdır. Tezliklə biz osetinlərlə də tanış olduq. Yolların qarını təmizləmək onlara tapşırılmışdı və bu işi mahnı oxuya-oxuya, qışqıra-qışqıra, bir-birləri ilə zarafatlaşaraq, əllərindəki kürəklə qarı ata-ata edirdilər. Qədim və müasir dövrdəki səyyahlar osetinlər haqqında çox yazmışdılar. Dubois öz səyahətnaməsinin yarıdan çoxunu onların mənşəyinə həsr etmişdir. Ancaq özü də etiraf edir ki, osetinlər haqqında elə onun qədər bilən rus müəlliflərindən heç nə öyrənə bilməmişdi. Anlaya bilmirəm, axı bu alimlər bir şeyin mənbəyini araşdırmaq üçün əvvəli axırı bəlli olmayan hansı dolaşıq yollara başvururlar. Dubois'a görə osetinlər yaxud osetlər keçmişdə asaslar, yazlar, alaslar və daha sonra komanlar adı ilə tanınan meotlardan törəmişlər. Nə qədər ciddi cəhdlə osetinlərlə finlər arasında bağlılıq olduğunu sübut etmək istəsələr də, bu iki xalq arasında heç bir dil, adət-ənənə yaxınlığı tapa bilmirlər. Ancaq yenə də təkid edirlər ki, bu iki xalq qohumdurlar. Dubois bunu sübut etmək üçün indiyəcən dərc olunmuş tarixi və etmiyoloji tədqiqatlara müraciət edir və nəhayət belə qənaətə gəlir ki, osetinlər əslində skiflərdəndir və Midiyalı Midayın, yəni Nuh peyğəmbərin oğlu Yafetin oğlundan törəmişlər. Gürcüstan üçün böyük hərbi əhəmiyyətə malik ərazidə yaşayan osetinlər yaxşı qazanırlar. Ancaq israfçı, qumarbaz və içki düşkünü olduqlarından əyin başları həmişə cır-cındırın içindədir. Elə pis geyinirlər ki, bəzən ümumiyyətlə heç geyinmirlər. Onlar yeraltı qazmalarda, köhnə qalaların xarabalıqlarında, tərk olunmuş istehkamların dəlmə deşiklərində yaşayırlar. Əllərinə keçəni tütünə və arağa xərcləyirlər. Qışın şaxtasında, sazaqda onlar elə hey tüstülənən, ancaq heç alovlanıb istilik verməyən kösövlərlə qızınırlar. Onların varlıları ilə kasıblarını fərqləndirmək, seçmək mümkün deyil. Çünki hamısının əyinbaşı yaman gündədir. İnquşlar kimi osetinlər də əvvəllər Tamaranın dövründə xristian idilər. Ancaq bugün hansı məzhəbə qulluq etdiklərini heç özləri də bilmirlər. Onlar müxtəlif dinlərlə bağlı oradan-buradan eşitdiklərini özlərinə uyğunlaşdırmış, hər dinin sərfəli cəhətlərini götürmüş, xoşlarına gəlməyəni isə rədd edərək qarışıq bir din yaratmışlar. Bütün dünyada, hətta Okeaniyada və ya Afrikanın mərkəzində kör-körənə bütlərə sitayiş edənlər arasında da belə qarışıq və vəhşi ideyalara, bir-biri ilə uyuşmayan düşüncələrə rast gəlmək mümkün deyil.
Bunun özünün də tarixi əsası vardır. Çaritsa Tamaranın ölümündən 100 il sonra, yəni Asetinlər xristianlığı qəbul etdikdən düz bir əsr sonra Monqollar bir-birinin ardınca 2 dəfə Qafqaza və Zaqafqaziyaya yürüş edərək düzənliklərdə məskən salırlar. O vaxta qədər misli görünməmiş bu vəhşi yürüşün qarşısında Asetinlər geri çəkilib dağlara qalxırlar və o gündən həmin yerləri tərk etmirlər. O vaxtdan onların Gürcüstanla bütün əlaqələri qırılır və tədricən yenə də cahillik dövründəki inamlarına dönür, xristianlıqdan yalnız bir neçə ayini saxlayırlar. Məsələn, Allah və İsa peyğəmbər haqqında fikirləri Məhəmmədin Allahın rəsulu olmasını qəbul edirlər. Bununla yanaşı onlar mələklərə, ruhlara, caduya inanır, çox nigahlılığa meyl edir və bütpərəstlik dövründən mövcud olan qurban kəsmə ayinlərini icra edirlər. Xristianlığın İslam dinini üstələməyi yalnız qadınlara münasibətdə özünü göstərir. Belə ki, Asetin qadınlar kişiləri görəndə qətiyyən üzlərini gizlətmir və sifətləri açıq gəzirlər. Buna baxmayaraq, vaxtilə İranın siyasi və mənəvi əsarəti altında olmuş, ancaq xristianlığa sitayiş edən Gürcüstanda və xüsusilə Ermənistanda qadınlara qul kimi baxılır, sanki onlarda hələ də Məhəmmədin qanunları hökm sürür. Başqa bir tərəfdən daim silahlı hücumların baş verdiyi, quldurluğun zəhmətdən, oğurluğun işləməkdən üstün tutulduğu bir yerdə, yəni dağlarda, qadınlar özlərini oda közə vurur, evin bütün ağır işlərini görür, yeməyin, ərlərinin əyin başının qayğısına qalır, macəra dalınca ərləri ilə birlikdə dağlara qalxırlar. Buna görə Asetin 1, 2, 3 və hətta 4, əgər buna onun imkanı çatırsa, arvad alır, bunun üçün başlıq ödəyir və arvadları ilə sərt, kobud rəftar edir. Bütün ev və çöl işlərini onların üstünə yıxır. Əgər kişi arvadından razı deyilsə, onu elə gəldiyi yerə qoyur. Asetinlərdə qızlar atanın əmlakı üzərində heç bir vərəsəlik hüququna malik deyillər. Onlarda qıza cehiz də verilmir. Əksinə onları evdə bəslənilən ev heyvanı kimi satırlar. Hətta ailədə qız uşağı doğulanda hamı dərd-qəmə batır. Elə ki, oğlan doğulur, onda hamı sevinir, toy bayram olur. Məhz bu səbəbdən də toylarda həmişə bir qayda olaraq təzə doğulmuş oğlan uşağını məclisə gətirirlər. Təzə evlənənlər bu oğlan uşağının qarşısında bir neçə dəfə baş əyib, öz Allahlarına yalvarırlar ki, onların da ilk övladı oğlan olsun. Qadına qarşı belə münasibət nəticəsində Asetinlərdə qadın öldürmək və buna bənzər başqa cinayətlər o qədər böyük günah sayılmır. Bu, olsa bir kişini öldürməyin yarısı qədər ağır iş hesab olunur. Təkcə bir qanun Asetinlərdə heç vaxt dəyişilməz qalıb. Bu, qan intiqamı məsələsidir. Gözə göz, dişə diş. İbtidai cəmiyyətin bu qanunu təbiətin ən sabit qanunudur. Bu, bəşəri təkamülün ən son məhv etməyə çalışdığı təbiət qanunudur. Həqiqətən bu qanuna ciddi əməl olunmasa, yalnız şəxsi hisslərinin əsri olan bu vəhşi xalqlar arasında heç kəs öz həyatının təhlükəsizliyinə təminat verə bilməz. Xayşaurdan çıxandan sonra bir-iki vers yol getmişdik. Biraz dayandıq ki, əlində kürəklə yolu təmizləyən Asetinlərə tamaşa edək. Asetinlərlə qar uçqunları ən maraqlı səhnələrdir. Bunlara baxanda bilirsən ki, Parisin Sülh küçəsində, Böyük bulvarda yaxud Yelisey meydanında deyilsən. Xeyr, Qafqazdasan. Xayşaurdan çıxıb Kobeyə gedirsən, özü də Xaç dağına qalxırsan. Burada ən maraqlı şey qar uçqunlarıdır. Qafqazın İsveçrə dağlarından daha sərt yamaclarında çoxlu qar uçqunları olur və demək olar ki, qar bir neçə vers boyunca yolu tutur. Əgər uçmuş qar yerdə oturubsa, külək onun üst qatını qaldırıb, sıx duman kimi hara gəldi bütün istiqamətlərə aparır. Uçurumları, yarğanları doldurur. Belə ki, yol tamamilə görünməz olur və heç bir yol nişanı görünmədiyindən onlar artıq qarın altında qalır. Dekabr ayından mart ayına qədər Qafqaz yollarında ən cəsur səyyah belə hər dəqiqə 2-3 fut dərinliyində yarğana düşüb məhv olmaq təhlükəsi ilə üzləşir. Halbuki ətrafa baxanda hər tərəf dümdüz yoldur. Elə ki, qar 2-3 gün aramsız yağdı, yollarda gediş-gəliş kəsilir. Hal-hazırda biz məhz belə vəziyyətdəyik və yolda rast gəldiyimiz asetinlərə ehtiyacımız var idi. Asetinlər qar təmizləməkdə çox qoçaqdırlar. Lakin onlar yalnız nəzarətçi başlarının üstündə dayanarkən əl qollarını tərpədib iş görürlər. Elə ki, nəzarətçi üzünü çevirib o biri işçilərə baş çəkmək üçün biraz aralanır, dərhal bel və kürəklər bir tərəfə atılır. Xayşaurun 3 verstliyində Rus poçt arabasına rast gəldik. Bu, təkərləri çıxarılıb dirəyə bərkidilmiş sadə qutuya oxşayan bir maşın gövdəsi idi. Hətta bəzən yollar kirşə üçün də yararlı olmayanda bu cür Rus poçtu sadəcə atlıya lazım gəldikdə isə lap piyadaya çevrilir.
Belə poçt arabasına bir-birinin ardınca 3 at qoşulur və araba Xaç dağının enişi kimi sərt diktiri düşəndə arxadan 5-6 nəfər onu əlləri ilə tutur ki, çox da sürətlə gedib sürüşməsin. Biz poçtalyondan yolların vəziyyəti barədə bir neçə kəlmə soruşduq, ancaq o bizə qənaətbəxş cavab vermədi. Biz təkid edəndə dedi ki, buradan 4 verst aralıda yolla gedərkən bərk bir gürültü səsi eşidildi və çox güman ki, bu uçqun səsi idi. İndi yəqin ki, uçqun yolu kəsmiş olar. Bu xəbərdən sonra biz çox narahat olduq, o isə yoluna davam etdi. Doğrudan da Kayşaurdan çıxanda bura qədər 4 vers yolu min bir əziyyətlə gəlmişdik və bu məsafəyə düz 2 saat vaxt sərf etmişdik. Artıq atlarımızın bizi çəkib aparacağına ümidimizi itirdiyimizdən onlara kömək üçün arabaya 4 baş öküz də qoşmuşduq və nəinki kirşəni, hətta atların özünü də bu öküzlər çəkirdilər. Bizim arabaçılarımız əllərindəki dəmir əsanı qara batıra-batıra uçurumun kənarı ilə piyada gedirdilər. Artıq günorta olmuşdu, biz isə heç yolu yarılamamışdıq, hələ nə qədər də qalxmalı idik. Arabaçılarımız axşama qədər Kobeyə çatacağımıza ümid etmirdilər. Və hər dəfə deyirdilər, kaş ora çataydıq. Bu kaş sözünün izaha ehtiyacı vardı. Elə biz də arabaçılardan bu izahı eşitmək istəyirdik. Kalina çətinliklə də olsa onların bu nəhs peyğəmbərliyinin səbəbini öyrənə bildi və onların cavabı qanımızı qaraltdı. Saat 2-yə yaxın duman olacaq və ola bilsin ki, dumanla birlikdə qar çovğunu da başlayacaq. Mən nəzəri cəhətdən qar çovğununun nə olduğunu bilirdim, ancaq təcrübədə heç görməmişdim. Temirxan Şuradakı çovğunu əsl çovğun hesab etmək olmazdı. Ancaq indi bəxtimə onunla yaxından tanış olmaq fürsəti düşmüşdü. Lakin bu dəfə nədənsə ağlıma belə bir axmaq fikir gəlmişdi ki, arabaçılar bizi qorxutmaq məqsədi ilə çovğun olacağını söyləyirdilər. Odur ki, mən onlara dayanmadan irəli getməyi təkid edirdim. Onlar mənim göstərişlərimə əməl etdilər, ancaq bizə tapşırdılar ki, cınqırımızı da çıxarmayaq. Mən bu sükutun səbəbini öyrənmək məqsədi ilə onların məsləhətinin səbəbini soruşdum. Onlar qorxurdular ki, əgər biz hündürdən danışsaq, səsimiz dalğa-dalğa yayılıb havada titrəyiş yaradar. Zirvələrdə yatmış qarı oyadıb, diyirlədə üstümüzə tökər. Kimsəyə aman vermədən hamını məhv edər. Mənə elə gəlirdi ki, onların bu dediklərində həqiqətdən çox möhfumat vardır. Ancaq onu da deyim ki, bu söhbəti mən İsveçrədə də eşitmişdim və dünyanın o biri ucundakı adamların da eyni şeyə inanması məni olduqca heyrətləndirdi. Bununla belə möhfumata az yaxud çox inanmaq olduğun yerdən, şəraitdən çox asılıdır. Belə ki, adam öz evində isti sobanın qabağında ev paltarına bürünüb, qıçını qıçının üstünə aşıranda, əlində qəzet kresloda yayxananda bu möhfumata şübhə ilə yanaşa bilər. Ancaq həmin adam Qafqazın bir güşəsində 45 dərəcəli dikdə, uçurumun lap kənarında, başının üstündə və ayaqlarının altında qar ola-ola bütün bu deyilənlərə inanmasın, nə eləsin? Buna inanıb inanmadığımızı deyə bilmərəm. Yalnız bunu deməliyəm ki, biz sakitliyə riayət edirdik. O ki qaldı arabaçıların peyğəmbərliyinə, bu doğrudan da həyata keçdi. Bunun üçün çox gözləməli olmadıq. Duman gözlənildiyi kimi saat 2-də deyil, 1-də hər tərəfə çöktü. Lakin bu dumanın ömrü cəmsi 5 dəqiqə oldu. 5 dəqiqə ərzində ətrafı elə qatı duman bürüdü ki, kirşəyə qoşulmuş atlardan yalnız ən arxada olanını güclə seçə bilirdik. Qalan 4 at və 4 öküz dumanda görünməz olmuşdu. Hava qaranlıq və soyuq idi. Külək qəzəblə qulağımızın dibində vıyıldayır və bu qaranlıq, çovğunlu gecədə arabanın ipindən asılmış gümüşü zınqırovun həzin cingiltisi eşidilirdi. Biz dayanmalı olduq. Arabaçılarımız artıq yolu əvvəlcədən gözdən keçirib, yoxlamamış getməyin təhlükəsizliyinə boyun olmurdular. Zınqırovun səsi kəsildi və elə bu vaxt biz dərənin dibində çalınan kilsə zənginin səsini eşitdik. Mən bizi bələdçilərimizdən bu qəmgin, hüzünlü, cansıxıcı və eyni zamanda qarlı çovğunlu gecənin ortasında bizə ürək-dirək verən səsin haradan gəldiyini soruşdum. Onlar bu səsin Baydara çayının sahilindəki balaca kənddən gəldiyini dedilər. Etiraf edim ki, dalğaları kükrəyən okeanın ortasında qərq olmuş kimi hər yanı bürüyən bu intihasız boşluqda, bu qorxunc sonsuzluqda itib batarkən uzaqlardan gələn bu titrək zəng səsi məndə anlaşılmaz vahimə yaratdı. Ancaq zəif insanın ilahi mərhəmətə qəmli və acizanə çağırış səsinə külək daha da qeyzlə cavab verirdi. Qalın qar dumanı bizi ağuşuna almışdı. Biz çovğun və qasırğanın ən qaynar yerinə düşmüşdük. Buradan qurtarmaq üçün heç bir işıq ucu görünmürdü. Bizi müşayiət edən müdafiə dəstəsinin bütün üzvləri mindiyimiz kirşənin ətrafına toplaşmışdı.
Sizcə onlar bizi qasırğadan qorumaq üçün bir yerə yığışmışdılar? Xeyr, ona görə yığışmışdılar ki, bir təhlükə baş verəndə insan təbii olaraq öz həmcinsinə yaxın olmaq istəyir. Mən Kobiyə hələ neçə vers qaldığını soruşdum. Hələ 9 vers yolumuz var dedilər və bu cavab bizim ümidsizliyimizi daha da artırdı. Külək elə şiddətlə əsir, lopa-lopa yağan qarı sir-sifətimizə elə çırpırdı ki, 1 saat eyni yerdə qalsaydıq, qar sinəmizdən 2 saat sonra isə başımızdan yuxarı qalxardı. Arabaçılarımız qayıdıb gəlmək bilmirdilər. Onların bizə bərkdən danışmağı qadağan etmələrinə baxmayaraq, mən artıq ucadan arabaçıları səsləyirdim. Ancaq bihudə. Onlar qətiyyən cavab vermirdilər. Görəsən onlar azmışdılar, yoxsa bir uçuruma düşmüşdülər. Bu da həqiqətdir ki, təbiətin belə fəryad qopardığı vaxtda bir-birinə qarışan səslər içərisində insan səsi səslərin ən zəifi olur. Belə qərara gəldim ki, tüfəngimin səsini yoxlayım. Görüm o da mənim səsim kimi zəifdir ya yox. Niyyətimi həyata keçirmək istəyirdim ki, 10 əl birdən havaya qalxıb məni fikrimdən daşındırdı. Adi insan səsinin dağlarda uçqun əmələ gətirdiyi yerdə gör tüfəngin səsi nəhəngamə qoparardı. Mən arabaçıların itəcəyindən narahat olduğumu bildirdim və müşayiət dəstəsinin üzvlərinə üzümü tutub kimin 3-4 rubl müqabilində onları axtarmağa razı olduğunu soruşdum. 2 nəfər qabağa çıxdı. Elə mən də istəyirdim ki, bir yox 2 nəfər getsin. Çünki işdir, birdən yolda bir bədbəxt hadisə baş versə, biri o birinə kömək edə bilsin. 15 dəqiqə sonra onlar arabaçılarla bərabər geri qayıtdılar. Sən demə dəhşətli uçqun yolu bağlayıbmış. Bu poçtalyonun dediyi uçqun imiş. Artıq yola davam etməyə heç bir ümid yeri qalmamışdı. Kalino ilə mən öz arabamızda məsləhətləşdik. Müzakirə uzun çəkmədi. Bədinə qalsa, mən hara istəsəydim, orada gedəcəkdim. Ancaq yersiz inad ehtiyatsızlıqla nəticələnə bilərdi. Mən Kayşaura qayıtmaq haqda göstəriş verdim. 3 gün sonra mən artıq Tiflisdə idim. Burada hamı elə bilirdi ki, mən artıq qara düşüb ölmüşəm və yalnız baharda axtarıb tapacaqlarına ümid edirdilər. Tiflisdə isə hava bir anlığa da olsa dəyişməmişdi. Həmişəki kimi 20 dərəcə isti, səma isə lacivərdi idi. Mən Tiflisdə olmadığım müddətdə Fransız koloniyasının üzvləri onların təşkil etdiyi təntənəli balda və naharda iştirak etməyimi xahiş etmişdilər. Mən onlara bildirdim ki, nahara və təntənəli ziyafətə dəvət böyük məmnuniyyətlə qəbul edilmişdir. Nahar və ziyafət qonaqların və şəxsən mənim razılığımla bizim təqvimlə 1859-cu il yanvarın 2-sində uğurla həyata keçirildi. Mən isə gələn həftənin cümə axşamı yola düşməyi nəzərdə tutmuşdum. Ancaq sən saydığını say, gör fələk nə sayır. 49-cu fəsil. Yeni ilin qarşılanması. Xaçı suya salma mərasimi. Belə nəzərdə tutmuşduq ki, Rus təqvimi ilə dekabr ayının 29-unda yola düşək. Ancaq ayın 28-də gedib Knyaz Baryatsinski ilə vidalaşanda o Qafqazın baş canişini kimi qarşıdan gələn yeni ili onlarla bir yerdə qarşılamadan məni heç yerə buraxmayacağını bildirdi. Rusiyada yeni ili qarşılamaq o deməkdir ki, hamı bir salona yığışır, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 12-ni vurana qədər bir yerdə olur. Knyaz bu dəvəti Moyniyədə çatdırmağımı xahiş etdi. Mən İrəvana getmək bəhanəsi ilə bu dəvətdən imtina etmək istədim. Çünki general Kalyubakin yanvarın 5-nə bizi gözləyirdi. Ancaq Fino ona məktub yazıb Knyaz Baryatsinskinin məni saxladığını bildirəcəyinə söz verdi. Buna görə də mən məmnuniyyətlə bu təkliflə razılaşdım və qalacağıma söz verdim. Ancaq belə ləngimək mənim İrəvana oradan Ağrı dağına baş çəkmək niyyətimi şübhə altında qoyurdu. Mən Tiflisə gələndən bəri hava həmişə mövsüm üzrə olduğundan yaxşı keçirdi. Ancaq 1-2 gün qar yağsaydı, Dilican dərəsinin və Aleksandropol yollarının bərbad vəziyyətdə olması üzündən səyahət baş tutmayacaqdı. Vəziyyətin belə olacağını düşünməkdə yanılmamışdım. 5 həftədən bəri davam edən xoş hava, aydın səma dekabrın 31-də birdən-birə tutulmağa və qaş qabağını tökməyə başladı. Bəlkə də bu yalnız boş hədə qorxu idi, sonra yenə də ötüşüb keçəcəkdi. Şərtləşdiyimiz kimi axşam saat 10-da Knyazın evinin qabağında faytondan düşdü. Yuxarı qalxan pilləkənin hər pilləsinin sağ və sol tərəfində Knyazın mühafizə dəstəsinə məxsus 2 zabit dayanmışdı. Mən ömrümdə bu 2 cərgənin əynindəki forma qədər yaraşıqlı geyim görməmişdim. Zabitlərin başında ağ papaq, əyinlərində qızılı və tünd qırmızı rəngli çərkəzi paltar, çiyinlərində qollarının altına qədər uzanan patrondaş, kəmərlərində isə dəstəyi qızılı və gümüşü naxışlarla bəzədilmiş qılınc və tapanca vardı. Tapanca qoburunda, qılınc isə tumajdan olan qınında idi. Tiflisdə isə bu gözəl bir əsərin giriş sözünə bənzəyirdi.
Belə göz oxşayan geyimlərin arasında bizim qara fraklarımız zövqsüz və cansıxıcı görünürdü. Baş canişinin evinin bütün salonları rənginə, biçiminə görə bir-birindən gözəl, dəbdəbəli, milli geyimli gürcülərlə qızılı naxışlı paltarları, başlarındakı məxmər baş örtüyünün altından topuqlarına qədər sallanan tülləri ilə göz qamaşdıran gözəl gürcü qadınları ilə dolu idi. Kişilərin kəmərindən asılmış silahlar, qadınların alnında, boyunlarındakı almazlar par-par parıldayırdı. Bütün bu bərbəzək bizə 16-cı əsri xatırladırdı. Rus zabitlərinin yaraşıqlı şıq geyimləri və xanımların Madam Blonun vasitəçiliyi ilə Parisdən gətirdiyi bərbəzəkli paltarları bu göz qamaşdırıcı mənzərəni tamamlayırdı. Ancaq bu parlaq mənzərədə bir neçə qara geyim ümumi fondda ləkə kimi gözə çarpırdı. Təbii ki, Moyne və mən də bu ləkələrdən idik. Knyaz Boryatınski min illər boyu dədə-babalarından ona miras qalmış əsl bəyzadələrə məxsus nəzakəti ilə bir-bir qonaqları salamlayırdı. O döşündə müqəddəs Aleksandr Nevski və Georgi medalı olan Rus geyimində idi. Knyaz hamıdan sadə geymişdi, ancaq bu təntənəli ziyafətin ağası olduğunu daxil olan hər bir qonağı qarşılama tərzi sübut edirdi, geyimi yox. Tiflisin ən gözəl və nazənin xanımlarının burada olduğunu deməyi lüzumsuz sayıram. Ancaq ötəri də olsa qeyd etməliyəm ki, gürcü qadınlarının gözəlliyinin dillərə dastan olmasına baxmayaraq, onların arasında 2-3 nəfər Avropalı qadın da vardı ki, əgər nəzakət qaydalarını pozmaqdan qorxmasaydım, onların adlarını da çəkərdim. Ən son dəbli bərbəzəklərində bəzi çatışmamazlıqları nəzərə almasaq, qətiyyən gürcü qadınlarından geri qalmırdılar. Hamı gecə yarıya qədər salonlarda gəzişir və söhbət edirdi. Knyazin yaxın qonaqlarından bir neçəsi onun İran sayağı bəzədilmiş kabinetinə çəkilib, oradakı şəkillərə, ev yəsinin gözəl silahlarına və qiymətli əşyalarına baxırdı. Gecə yarısına bir neçə dəqiqə qalmış, nökərlər badə dolu sinirlərlə içəri daxil oldular. Bu badələrin içində kaxetya çaxırı qiymətli yaqut kimi par-par parıldayırdı. Burada yeni ilin gəlməsi münasibətilə əcnəbi çaxırı içmək, hətta bu çaxır Fransa istehsalı olsa belə böyük həqarət sayılır. O saat haqq hesab elədim ki, 10 adamın hərəsinə bir stəkan düşür. Gürcüstanda belə bir adət var ki, əgər stolun arxasında 10 nəfər qonağın olsa belə, ortalığa yalnız bircə stəkan yaxud qulaq qoyurlar. Onlar çaxırı böyük gümüş badələrdə bizim şorba qaşıqlarına oxşayan uzun qutlu abgərdənlərdə içirlər. Yuxarıda dediyim kimi, nədənsə belə qaşıqların dibində qabartma naxışlı, qızılı rəngli maral başı şəkli olur. Saat gecə 12-ni vuranda Knyaz Boryatınski badəsini əlinə götürdü və rus dilində bir neçə söz dedi. Mənə elə gəldi ki, o dediyi həmin bu sözlərlə imperatora uzun ömür və xoşbəxt hakimiyyət arzuladı. Sonra əlindəki badəni öpüb yaxınlığında dayanan qadına ötürdü. Sinlərin yanındakı qonaqlar da badələri götürüb öpdülər və yanındakılara ötürdülər. Bununla da yeni il diləklərini ifadə etdilər. Sonra bütün dostlar və qohumlar qucaqlaşıb öpüşdülər. 10 dəqiqə sonra yeməyin hazır olduğunu Knyazə xəbər verdilər. 60 nəfərlik süfrəyə cürbəcür yeməklər düzüldü. Knyaz öz süfrəsində görmək istədiyi adamları yeməyə ad-bad dəvət edir və hamıya da hansı xanımın əlindən tutmalı olduğunu şəxsən özü elan edirdi. Növbə mənə çatanda Tiflis qubernatorunun xanımı Kapgerin adı çəkildi və mən onun əlindən tutub stola dəvət etdim. O, bu məclisdə iştirak edən 3-4 Avropalı xanımdan biri idi və mən ədəb qaydalarını pozmamaq üçün onların adlarını və soyadlarını çəkməyə ehtiyat edirəm. Ancaq artıq burada söhbət gözəllikdən getmir və mən bu xanımı dünyanın ən ağıllı, ən gözəl qadınlarından biri adlandırmaqdan çəkinmirəm. Eyni şey Moyneyə də təklif edildi. Ancaq Moyne ona münasib görülən qadını tanımadığından həmin qadını masaya dəvət etməyi başqa birinə həvalə etdi və Bakıda tanış olduğumuz Knyaz Uşmiyevin də orada olduğunu görəndə hər ikisi bir tərəfdə yanaşı oturdular. Gecə saat 2-yə yaxın hamı dağılışdı. Knyaz sevimli anasının yasını saxlayırdı və ona görə də vacib rəsmi qonaqların qəbulundan başqa bütün şəxsi qəbulları təxirə salmışdı. Ayrılarkən Knyazın ayın 6-sına qədər, yəni hələ Xaçaçuran gününə qədər də qalmağımı təklif etməsinə baxmayaraq, ertəsi gün yola düşməyi qərarlaşdırmışdım. Amma iki şey niyyətimi həyata keçirməyə mane oldu. Əvvəla bütün gecəni səhərə qədər qar yağmışdı. İkincisi isə bu idi ki, hələ sübh tezdən yuxudan qalxan Moynenin başı gecə Boryatınskinin salonunda gördüyü mənzərəni çəkməyə qarışmışdı. Əslində o axşam salonda gördüklərimizin eskizini çəkirdi. Bu tabloda kimisi qucaqlaşıb öpüşür, kimisi badəni əlində qaldırıb yeni il münasibətilə sağlıq deyirdi.
1859-cu ilin gəlişini parlaq surətdə əks etdirən bu şəklin Knyaz Baresinskinin könlünü oxşayacağını və bunun ona hədiyyə edilməsinin Moynenin ürəyindən olacağını düşündüyümdən ilk olaraq qalmağı özüm təklif etdim. Ağrı dağına səyahət etməyə çox da həvəsli olmayan Moyne bu təklifi qəbul etdi və işini davam etdirməyə başladı. Həmin günü o akvarellə çəkdiyi şəkli tamamladı. Tabloda 200 qonaq əks olunmuşdu. Əslində biz 12-də yola düşməliydik. Saat 2-yə yaxın polkovnik Davidov bizimlə vidalaşmağa gəldi. O bizim qərarımızı sevinclə qarşıladı və alqışladı. Moyne öz rəsminin daha maraqlı alınması üçün məclisdə iştirak edən əsas şəxslərin portretlərini əldə etmək istəyirdi. Davidov həmin adamların şəklini tapıb rəssama gətirməyi öz boynuna götürdü və üstəlik Moyneni də özü ilə apardı ki, onun arvadının da şəklini çəksin. Yanılmıramsa mən onun arvadının, Madam Davidovanın Arbelyanilər ailəsinin ən gözəl və ən sevimli üzvü olduğunu artıq demişəm. O elə incə, quş kimi yüngül, cazibədar xanımdır ki, adama elə gəlir ki, beşikdə deyil, kolibri yuvasında bəslənmişdir. Mən yenidən işə girişdim. Tiflisə gəlişimdən, qonaqpərvər Zubalovun qayğıkeşliyindən və bariton səsinin nəğmələri ilə mənə layla çalan Toriani adlı bir Milanlının qonşuluğundan istifadə edərək onunla aramızda yalnız bir arakəsmə vardı. Səyahətimin bir hissəsini qələmə aldım və hələ üstəlik Qafqaz əfsanələrindən 2-3-ünü və mənim fikrimcə İmperator Nikolayın hakimiyyəti illərində yaradıcılığı kölgədə qalan Bestujev Marlinskinin heç kəsə məlum olmayan əsərlərindən bir neçəsini iqtibas etdim. Onu da qeyd edək ki, İmperator Nikolaya görə güya hökumətə qarşı sui-qəsdə iştirak edən Bestujev Marlinskini istedad hesab etmək dövlət xəyanəti kimi qiymətləndirilir. Mən Fransada Rusiyanın bu etinasızlığını aradan qaldırmağa çalışacağam və fikrimcə bu mənim üçün borc və şərəf sayılacaqdır. Beləliklə mən Xaça Çuran mərasiminin həvəsi ilə işləyərək vaxtımı keçirdim. Yeri gəlmişkən qeyd etməliyəm ki, Tiflisi və onun ətrafındakı hər şeyi görəndən sonra işləmək elə xoş idi ki, ömrüm boyu heç yerdə belə işləməmişdim. Yazı pozu ilə məşğul olmağa kifayət qədər vaxtım vardı. Həkimlər Finonun aşpazı Monsieur Paulo Bargamskaya xəstəliyi yüzündən plitəyə yaxınlaşmağı qəti qadağan etmişdilər. Finonun özü də yemək saatlarında evindən qovulurdu. O, Moyneni, Kalinonu və Troyanini yanına salıb teatr meydanında Qafqaz mehmanxanasının fransız sahibinin yanına gətirirdi. Artıq o hər səhər saat 11-də və günortadan sonra saat 4-də bizə baş çəkirdi. Bu cənablar mənim işləməyimə mane olmayaraq nahara gedir, gələndə isə öz yediklərindən mənə də bir şey gətirirdilər. Onlar məni narahat etmədən gətirdiklərini bir tikə çörək və bir stəkan çaxırla birlikdə yazı masamın bir küncünə qoyur və mən də yadıma düşəndə bir fəsildən o birisinə keçəndə yeyib içirdim. İşdən gözəl, valeh edici nə ola bilər? Elə ki, daimi yer dəyişmələr üzündən 2-3 aylığa işdən məcburi ayrılırsan, onda iş adama xoş və cəlbedici görünür. Səyahət zamanı mən çox məhrumiyyətlərə düçar olmuşam. Bəzən heç nə, hətta yeməyə çörək də tapmamışam. Ancaq bunların ən çətini mənim işdən məhrum olmağım idi. İndi isə mürəkkəb sarıdan bolluğa düşdüyüm bir vaxtda həvəsə gəlib o qədər yazmışdım ki, 20 ildən bəri işlətdiyim böyük formatlı, mavi rəngli fransız kağızım qurtarmışdı. Həmişə adət etdiyim bu kağız bitəndə dünya başıma fırlanır. Bu vaxt mən özündən bədgüman ədəbiyyatçılara oxşayıram və adət etdiyim mavi kağızım olmayanda elə bil əlimdəki qələm də düz yazmır. Bütün Tiflisi ələk-vələk elədim ki, bəlkə onun rənginə uyğun böyük formatlı kağız tapam. Ancaq Tiflisə həmin kağızın hələ qoxusu da gəlib çatmayıb. Məndən daha xoşbəxt olan gürcülərin ağıllanmaq üçün hələlik bu kağıza ehtiyacı yoxdur. Beləliklə, əziz oxucularım, əgər yazdığım Sultanetta romanını və Şahdağ əfsanəsini bəyənməsəniz, onda məni yox, həmin əsərin yazıldığı kiçik formatlı sarımtıl kağızları qınayın. Getdikcə əmin oluram ki, iş təkcə vəba kimi yerli xəstəlik yox, yoluxucu taundur. Mən Moskvada Kalinonu özümə tərcüməçi götürəndə heç şübhəsiz o universitetin ən tənbəl, adi tələbələrindən biri idi. İndi baxın ki, Kalina da yavaş-yavaş iş xəstəliyinə tutulmuşdur. Hətta yemək vaxtı da onu yazı masasından ayırmaq müşkil idi. Səhər açılar-açılmaz qələmini götürər, gecə yarısına qədər işləyər. Lermontovdan, Pushkindən, Marlinskidən və hərdən bir də alman dilindən aramsız tərcümə edərdi. İmkan olsaydı o Çin dilindən də tərcümə edərdi. O yalnız 2 halda işinə ara verirdi. Bunlardan birincisi hamam idi. Elə ki, ona deyirdim, Kalina, qalx hamama gedək. O dayanırdı. İkincisi də onu Toriani çağıranda.
Torianinin onu hara apardığını mən öyrənə bilmədim. Günlər keçir, qar hər səhər yağmağa davam edir. Günorta 15-20 dərəcə istidə əriyir. Gecələrsə 8-10 dərəcə şaxtada donub buz bağlayırdı. Hamı İrəvana səyahət etmək fikrindən daşınmağı məsləhət görürdü. Şəxsən mənə gəldikdə isə Moyneni Fransadan çox da ayrı salmaq istəmirdim. O mənə görə bu qış sərgi təşkil edə bilməmişdi. Mən artıq çoxdan fikrimi dəyişib birbaşa Suramiyə getməyi, İmeretiya və Mingreldən, yəni qədim Kolxidadan keçib Rus təqvimi ilə yanvarın 21-də Potidə gəmiyə minməyi qərarlaşdırmışdım. Tiflisdən Potiyə yol uzaq başı 300 verst, yəni 75 mil ancaq olardı. Mən isə düşünürdüm ki, yanvarın 11-də yola düşərəm və bu 75 mil yolu qalan 10 günə çox rahat gedib çataram. Günə 7 mil yarımdan artıq düşmürdü. Fransada isə bu məsafəni 1 saata getmək olar. Biz fransızlar xaricdə çox xoşagəlməz vərdişə tutuluruq və hər şeyi öz ölkəmizlə müqayisə edərək deyirik. Ancaq Fransada. İngilislər isə bizdən də ötkəm deyirlər. Biz ingilislər də. Artıq yanvarın 6-sında Xaçaçuran mərasimində iştirak edəcəyimizə heç bir şübhə yeri qalmamışdı. Yanvar ayının 6-sı gəlib çatdı. Həmin gün özü ilə bərabər 15 dərəcə zəif şaxtalı hava və Kazbek dağından Hamletin Elsinor təpəsində adamın üzünü dalayan mehə bənzər bir meh də gətirdi. Papağımı qulaqlarıma qədər başıma örtdüm. Staroninkonun mənə verdiyi yeni doğulmuş quzu dərisindən tikilmiş 2 qat gödəkçəmi geyindim və onun da üstündən Rus yağmurluğumu çiynimə atdım. Torianinin və Kalinonun dalına düşüb Tiflisdə kərpicdən tikilmiş yeganə körpü olan Varantsov körpüsünə tərəf irəlilədim. Bilmirəm o körpü bu cür adlanır ya yox, ancaq məncə o belə adlanmalıdır. Çünki həmin körpünü Knyaz Varantsov saldırmışdır. Bütün şərq şəhərlərində olduğu kimi Tiflisin bir xüsusiyyəti daha xoşdur ki, burada nə geyinsən, necə geyinsən, əynindəki gülməli olsa da heç kim sənə məhəl qoymur, diqqət yetirmir. Bunun izahı çox sadədir. Əsl gürcü şəhəri olan Tiflis yer üzündə yaşayan bütün xalqların bir-birinə qarışdığı yerdir. Əgər bu şəhər hər gələn adamın geyimi ilə maraqlansaydı, 100 minlərlə səyyahın, türklərin, çinlilərin, misirlilərin, azərbaycanlıların, kalmıkların, rusların, qabardinlərin, fransızların, yunanların, farsların, ingilislərin, yaxud alman adlandırılan və küçələrdə sallana-sallana gedənlərin əlindən başını qaşımağa vaxtı olmazdı. Soyuğa baxmayaraq bütün Tiflis əhalisi təpəni aşaraq alabəzək sel kimi Kür çayına tərəf irəliləyirdi. Çayın hər iki tərəfində geniş amfiteatr kimi pillə-pillə ucalan Tiflis sanki məhz bu təntənəli gün üçün hazırlanmışdı. Çayın sahili adamla dolu idi. Damların üstü min cür rəngə boyanmışdı. İpək sətin məxmər, kənarları qızılı naxışlarla bəzənmiş ağ rübəndlər qəfil əsən bahar küləyinə bənzər küləkdən yellənirdi. Uzaqdan baxanda hər bir ev içinə gül yığılan səbətə oxşayırdı. Təkcə Kür çayı bu allı güllü bayrama öz etirazını bildirirdi. Onun sularında lay-lay buzlar şaqqıltı ilə axıb gedirdi. Kürdə üzən bu buz parçalarına Vladikavkazdan əsən küləyə, seyirciləri tir-tir titrədən 10-12 dərəcə şaxtaya baxmayaraq, bir neçə cəsarətli mövhumatçı çayın sahilində soyunaraq pravoslav keşişinin xaçı çaya salacağı anı gözləyirdilər ki, çaya girib bu müqəddəs və buzlu suda günahlarını yusunlar. Bəziləri isə atlarının da Xaçaçuran mərasimində iştirak etməsini istəyirdilər. Onların cilovundan tutub xaçın suya salınacağı anı gözləyirdi ki, atla bərabər kürə cumsunlar. Bütün Tiflis qarnizonu piyada hissələri, topçular çayın sahilində hazır vəziyyətdə sıraya düzülmüşdülər və Xaçaçuran mərasimini tüfəng və toplardan yayılım atəşləri ilə qarşılayacaqdılar. Birdən hərbi marş sədaları eşidildi və biz körpünün üstündən çay boyunca uzanan mərasimi gördük. Mərasim iştirakçıları ruhanilər, yüksək hərbi rütbəli və mülki şəxslər idilər. Sıranın önündə taxt-rəvanda baş pravoslav mitropoliti gedirdi. Çaya sallayacağı müqəddəs xaç isə əlində idi. Ali Rus ruhaniləri qızılı və xəz bürüncəkdə gözəl görünürdülər. Səyahətimizin başlanğıcında keşiş haqqında nə düşündüyümüzü demişik. Dəstə asta addımlarla çayın sahilinə yaxınlaşırdı. Hamı ayağını suya batırırdı. Hər iki körpünün arasında qızılı ulduzla bəzədilmiş mavi köşk ucalırdı. Mitropolit piyada qoşun hissəsinin düzüldüyü sıranın qabağından keçəndə piyadalar xaça təzim edirdilər. O, sudan 25-30 santimetr aralı olan köşkdə oturmaq üçün gedirdi. Bütün kilsə xadimləri onu dövrəyə almışdılar.
Orkestr dini musiqi ifa edirdi. Saat 12-ni vurdu. Zəng axırıncı dəfə çalınanda metropolit xaçı suya saldı. Elə həmin andaca toplar guruldadı, tüfənglər səsləndi, hər tərəfdən ura sədaları göyə yüksəldi. Üzgüçülər, atlılar özlərini Kür çayına vurdular. Su müqəddəsləşmişdi. Cəsarəti çatıb suya tullananlar günahlardan arınırdılar. Biz yeni ili qarşıladıq və Xaçaçuran mərasiminin canlı şahidi olduq. Moyne öz rəsmini çəkib qurtarmışdı. Mən romanımı başa çatdırmaq üzrə idim. Knyaz Baryatinski bizi ayın 10-una nahar ziyafətinə dəvət etmişdi. Ayın 11-də isə yola düşməyi qərarlaşdırmışdıq. Yenə də deyirəm, 75 mil məsafəni qət etmək üçün 10 gün kifayət edəcəkdi. Ancaq biz necə də sadəlövhcəsinə yanılmışdıq. Axı biz artıq Volqanın dayaz yerlərini, Xəzərin fırtınalarını, Azərbaycanın qumlu bozqır düzənlərini, Xasavyurdun bataqlıqlarını, Bakının neft vulkanlarını, Alazanın dayaz yerlərini görmüşdük. Ancaq Minqrelin palçıqları və Suraminin qarı haqqında təsəvvürümüz yox idi. Bu ahıl vaxtımızda onlarla da tanış olacaqdıq. Dan yeri sökülməmiş səhər saat 6-da yerimizdən qalxdıq. Saat 7-də isə poçt atlarını gətirdilər. Yola düşərkən böyük narahatlıq və təəssüf hissi keçirirdim. Yazıq qonşum Toryanini çox ağır xəstəliklə baş-başa qoyub gedirdim. Mənim fikrimcə o qızdırma xəstəliyinə tutulmuşdu. Xəstəliyinin ilkin əlamətləri bəlli olan gün gəlib mənim divanıma uzandı və 24 saat həkimdən, dava dərmandan imtina etdi. Onları görmək istəmədiyini bildirdi. O ikinci dəfə qızdırmaya tutulanda artıq tamamilə haldan düşmüşdü. Biz onu belə bir təhlükəli, narahat vəziyyətdə qoyub yola düşməli idik. Başqa çarəmiz yox idi. Kalina bizi Potiyə qədər yola saldı. Ürəyimdən keçirdi ki, onu özümlə Fransaya aparım. Ancaq rektoruna yazdığım 3 məktub cavabsız qalmışdı və yeni ezamiyyət icazəsi olmadan o məni müşayiət edə bilməzdi. Kalina bundan belə Rusiyadan Qafqaza yalnız əskər kimi gələ bilərdi. Dilmanç kimi Kalina bizimlə Potiyə getməli və bizdən ayrılandan sonra Tiflisə qayıtmalı, sonra isə Moskvaya yola düşməli idi. Mən knyazın fövqəladə səlahiyyətlərindən istifadə edərək Kalinaya məzuniyyət almaq istədim. Ancaq knyaz bildirdi ki, bizim Fransa universiteti kimi Rusiya universitetinin də öz qayda qanunları var. Bu qanunlara o özü də hörmət etmək məcburiyyətindədir. Günorta faytona minməyə hazırlaşırdıq ki, birdən yadımıza düşdü ki, başımız yer yığışa qarışdığından heç birimiz yemək yeməmişik. Biz tələsik Zubalovun evindən 100 addım aralıda yerləşən Qafqaz mehmanxanasına üz tutduq və ayaqüstü nahar etdik. İştaha ilə yeyirdim ki, birdən mehmanxana sahibi dedi ki, 2 cavan erməni mənimlə danışmaq istəyir. Qonşu otağa keçdim. Mən onları tanımırdım. Onlardan yaşca böyüyü biraz narahat və həyəcanlı səslə gəlişlərinin səbəbini bildirdi. Məlum oldu ki, onun kiçik qardaşı Fransada ticarətçilik sənətini öyrənmək üçün yalvar-yapışla ailəsindən icazə alıb. Cavan oğlan ermənicə, farsça, rusca, türkcə, gürcücə, almanca və fransızca danışa bilirdi. Onun 18 yaşı vardı. Antik qəhrəman Antinoya oxşayan, yaraşıqlı hündürboy qarabuğdayı oğlan elə onun kimi saçlarını qaşının üstünə tökmüşdü. O bu səfərə dostlarından biri ilə gedəcəkmiş. Ancaq son anda dostu verdiyi sözə xilaf çıxdığından tək yola düşmək fikrindədir. O həm yerlisi İosif kimi çıxılmaz vəziyyətdə qalmışdı. İndi qardaşı məndən xahiş edirdi ki, onu özümlə Fransaya aparım. Təbii ki, bütün yol xərcini o özü çəkəcəkdi. O saat düşündüm ki, onun ailəsinə xidmət göstərmək mənim özümə də xeyirlidir. Bu yerdə deməliyəm ki, hər iki fikri ağlıma gəldiyi kimi də yazıram. O mənə xidmət etməklə Kalinanın canını bu üzücü səyahətdən qurtarardı. Başqa bir tərəfdən bu dilmanc yalnız alman və rus dillərində danışan Kalinadan daha faydalı idi. Mən erməni ailəsinin xahişini qəbul etdim və Kalinaya xəbər verdim ki, biz bir-birimizdən gözlədiyimizdən də tez ayrılacağıq və ardından bunun səbəbini izah etdim. Həm də bu ona Moskvaya 20-25 gün əvvəl qayıtmaq imkanı verirdi. Əlbəttə, əgər o yenidən məzuniyyət ala bilsə, Parisə gələrdi və biz orada şərtləşdiyimiz kimi görüşə bilərdik. Gözlərimiz sevinç yaşları ilə doldu, bir-birimizi bağrımıza bastıq. Min bir təhlükə ilə üzləşdiyimiz 4 aylıq səyahət ərzində bir-birimizə yaman isinmişdik. Mən Toryaniyə baş çəkmək üçün bir daha yuxarı qalxdım. O, nə gözünü açıb mənə baxdı, nə də dediyimi eşitdi, hətta tər basmış alnından öpdüyümü də hiss etmədi. Aşağı düşüb xəstəni Finoya tapşırdım. Əlbəttə, bu tapşırıq artıq idi.
Fino onu məndən çox-çox əvvəl tanıyırdı və həqiqətən onunla çox yaxın idi. Bundan sonra mən faytona minib yerimdə oturdum. Cavan erməni anasını qucaqlayıb öpdü və qalanlarının isə son dəfə olaraq əlini sıxdı. Gözləri yaşlı Kalino uzun müddət onun oturduğu yerdə bir başqasının əyləşdiyi faytondan düşmək istəmirdi. Arabaçıların səbri tükənmişdi. Saat 5-dən bəri onlar yerlərində oturub nə vaxt ayrılacağımızı gözləyirdilər. Fino öz konsul şərəfini vecinə almadan ağlayırdı. Nəhayət arabaçılar qamçılarını havada yellətdilər. Atların 5-i də birdən qabağa şığıdı. Fayton həyət qapısından keçəndə şaqqıldadı. Təzə dostlar arasındakı bağlar qırıldı. Sanki biz lap uşaqlıqdan incə tellərlə bir-birimizə bağlanmışdıq. Uzun müddət bu sözlər eşidildi. Əlvida, əlvida, əlvida. Küçənin tinni dönəndən sonra heç kimi görmədik və heç bir səs eşitmədik. Biz elə ayrılmışdıq ki, sanki artıq birimiz Fransada, o birimiz isə Tiflisdə idik. Sevimli Tiflis. Mən ürəyimdə ona səmimi təşəkkür etdim. Burada olduqca yaxşı işlədim. 50-ci fəsil. Araba, tarantas və kirşə. Biz bazar günü Rus təqvimi ilə yanvarın 11-də, Fransız təqvimi ilə yanvarın 23-də yola düşdük. Yenə Rus təqvimi ilə yanvarın 21-də, Fransız təqvimi ilə fevralın 2-sində gəmiyə minməli idik. Günortadan sonra saat 2-də yola çıxdıq. Onu da deyim ki, keçdiyimiz 2 stansiya arasındakı yol çox rahat idi. Onun uzunluğu 36 verst, yaxud 9 mil idi. Belə güman edirdik ki, bu məsafəni gün batmamış keçib gedəcəyik. Elə ilk stansiyaya çatanda yadıma düşdü ki, bütün çamadanların açarları Kalinoda qalıb. Yəni o açarları mənə qaytarmağı unutmuşdu. Mən ona bir neçə kəlmə yazıb xahiş etdim ki, onları bazar ertəsi axşam Kutaisiyə yola düşən poçt xidmətçisi ilə mənə göndərsin. Tiflisdən Kutaisiyə qədər 240 verst yol var. Heç ağlımıza da gəlməzdi ki, həmişə ayağının altında at olan poçtalyon ora gəlib bizə çatmaz. Bu açar haqq hesabını oxucunun zəhləsini tökmək üçün deyil, Rusiyada ictimai idarə işlərinin necə yerinə yetirildiyini göstərmək məqsədi ilə qeyd edirəm. Mən məktubu bir kazaka verdim, üstəlik ona 1 rubl da araq pulu verdim. O bir göz qırpımında atına mindi və Tiflisə yola düşdü. Saat yarımdan sonra Kalina məktubu almalı idi. Biz yenidən yolumuza davam etdik. Dağlara yaxınlaşdıqca qar daha şiddətlə yağırdı. Axşam düşdü, ancaq yolumuz düzənlikdən keçdiyindən qar ikinci stansiyaya gedib çıxmağımıza mane ola bilmədi. İkinci stansiyaya qədər Vladikavkaz yolu ilə getdik. Yəni yolun 18-ci verstində biz Zubalovun atasının tikdirdiyi körpünü keçdik. Sağ tərəfdə isə Pompey körpüsünün xarabalıqlarını və Gürcüstanın 2 axırıncı çarının dəfn edildiyi Misxet kilsəsini arxada qoyduq. İkinci stansiyadan sonra biz Vladikavkaz yolunu keçib dağa doğru sağ tərəfə dönməli və Kutaisiyə gedən yolla getməli idik. Biz bu yolu ertəsi gün səhər keçdik. Məntəqə rəisi 2 çayın dayaz yerindən keçəcəyimizi əvvəlcədən xəbər verdi. Əgər Qafqazda çay suyunun dərinliyi bir adam boyunu və atın qulaqlarını keçmirsə, deməli körpü salmaq havayı işdir. O üstəlik əlavə etdi ki, çoxlu yeşik yüklədiyimiz tarantas çayı keçə bilməyəcək. Çünki çayların sahili çox dikdir. Tarantasın yükünü yüngülləşdirmək, həmin dik sahilləri rahat qalxmaq üçün özümüzlə kirşə götürməliyik. Biz belə də etdik və özümüzə bir kirşə də götürdük. Beləliklə artıq bizim 10 atımız və 3 arabamız vardı. Xoşbəxtlikdən burada bir vers yol üçün atın qiyməti 2 qəpik idi. Bu hesabla bir vers yol təxminən 3 franka, yəni 72 qəpiyə başa gəlirdi. Keçən fəsildə unutduğumuz bir məqamı elə bu yerdə xatırlayaq. Arabaya mindiyimiz vaxt nəzarət məntəqəsinin müdirindən bir məktub gəldi. Həmin məktubda o bizə yola çıxmamağı məsləhət görürdü. Çünki aramsız yağan qar üzündən Qori ilə Surami arasında gediş-gəliş kəsilmişdi. Biz bu məsləhətə məhəl qoymadıq. Mən, Moyne və Qriqori bizə qoşulan gənc erməninin adı belə idi. Hər iki arabanı, tarantası və mühafizə dəstəsini Kutaisiyə qədər yolu bizimlə gedəcək Rus zabitinə tapşırıb irəli cumduq. Məntəqə nəzarətçisi zabitə göstərdiyimiz kiçik xidmətin əvəzində əlavə bir nəfərin də olması bizim poçt xidmətlərindən istifadə xərcimizi qətiyyən artırmırdı. Həddən artıq yüklədiyimiz arabanı Kutaisiyə qədər aparmağa kömək etdi. Üstəlik bu kiçik rütbəli zabit bizə xidmət də etməli idi. Onun adı Timofey idi. Timofey danışmağı xoşlayan qəribə bir məxluq idi. Olduqca kök olan bu adama ilk baxışdan 50 yaş vermək olardı. Ancaq həmin gün axşam növbəti dayanacaqda o əyninə geydiyi 2, bəlkə də 3 şineli və kürkünü soyunanda, qulaqlı papağını başından çıxarıb kənara qoyanda onun 26-28 yaşlarında və lap arıq olduğunu gördük.
ağlına gəldikdə isə bu adam səfihin biri idi. Bütün yol boyu bizə kömək etmək əvəzinə tənbəlliyi və qanmazlığı ilə özü bir yük olmuşdu. Heç bir gün keçməmiş, yəni elə ikinci gündən onun nə qabiliyyətin sahibi olduğu və heç vaxtda ağıllanmayacağı bəlli oldu. Artıq dedim ki, tarantasımızı və ağzına kimi yüklənmiş arabanı ona tapşırıb özümüz xeyli qabaqda gedirdik. Kirşəmiz yel kimi uçurdu. Şaxtanın üz-gözümüzü dalamasına, bığlarımızın sırsıra bağlamasına baxmayaraq, belə səyahət bizim xoşumuza gəlirdi və 15 dəqiqəyə 12 vers yol getmişdik. Bu 12 verslik yoldan sonra biz gəlib birinci, yəni ən kiçik çayın sahilinə çatmışdıq. Ancaq buna baxmayaraq arabaçımız çayı keçməyə tərəddüd edirdi. Yalnız 2-3 dəfə əmrlə paşı ol deyərək troykanı suya vurdu. Onun ardınca kirşə də çaya girdi. Möhkəm silkələndi və palçığı üst başımıza sıçratdı. Su arabanın oturacağına qədər qalxdı. Biz ayaqlarımızı qaldıraraq birtəhər özümüzü saxlayırdıq. Ancaq arabaçı bütün cəsarətini toplayıb bir dəfəyə qarşı sahilə çıxmaq əvəzinə kirşəni çəpinə sol tərəfə döndərdiyindən kirşə müvazinətini itirib sola əyildi. Onun üstündəki adamlar üçü də bir-birinin üstünə yıxıldılar. Xoşbəxtlikdən biz çaydan biraz aralıda idik və buna görə də suya düşmək əvəzinə az qala belə də olacaqdı. Üçümüz də qarın içinə yıxıldıq. Cəld ayağa qalxdıq, üst başımızı çırpıb gülüşdük. Hər kəs öz yerinə keçdi və kirşə əvvəlki sürətlə yoluna davam etdi. Kvensin məntəqəsinə az qalmış, biz ikinci çaya rast gəldik. Bu daha böyük çay idi. Artıq bu çaydan ayaqlarımızı yuxarı qaldıraraq keçə bilməyəcəkdik. Nə qədər yuxarı qaldırsaq da su yenə də çəkmələrimizin içinə dolacaqdı. Atları qoşqudan açdıq, hərəmiz birinə minib çayı keçdik. Sonra biz onları geri qaytardıq. Arabaçı atları yenidən arabaya qoşdu və kirşəni çaydan boş keçirtdi. Ancaq yenə də o islanmışdı. Növbəti nəzarət məntəqəsinə vur tut 100 addım qalmışdı. Biz bu məsafəni piyada getdik. Məntəqənin qabağı araba və tarantaslarla dolu idi. Bu o demək idi ki, Allah dalğaları ram edərək hədələdiyi kimi qar da onlara deyirdi. Buradan o tərəfə gedə bilməyəcəksiniz. Bütün bu arabaların və tarantasların arasında ağzına qədər yüklənmiş bir neçə kirşə vardı. Ancaq bu kirşələrə at qoşulmamışdı. Eləcə boş dayanmışdılar. Bu çox pis əlamətdir, Moyniyə dedim. Həqiqətən də at yox idi. Biz yaxınlıqdakı tövləyə getdik. Onun bütün künc bucağını ələk-vələk etdik. Bir dənə də olsun troyka tapmadıq. Məntəqənin rəisi saat 2-yə qədər bu məsələ ilə məşğul olmayacağını dedi. Saat 2-dən sonra o bizə 2 troyka verəcəyinə əmin idi. O nəzakətli, ədəbli bir gürcü idi. Bizim 2 möhürlü səyahət vərəqəmizi görən kimi bunun xüsusilə ciddi tapşırıq olduğunu anladı və teleqramları, təcili diplomatik məlumatları aparan qasidlər istisna olmaqla elə ilk fürsətdə bizi atla təmin edəcəyinə söz verdi. Məntəqədə atları açılmış yüklü kirşə məni öz hüquqlarımızı tələb etməyə, yaxud başqalarından üstün olduğumuzu bildirməyə vadar edirdi. Bununla belə bizim belə yubanmağımızın bir xeyri oldu ki, mənim doğru olaraq qanmaz adlandırdığım Timofeyin ədalət naminə deyim ki, bu sarıdan heç bir kasadlığı yox idi. Həm də çox sadiq adam olduğunu öyrəndik və o, tarantasla arabaya yüklənmiş, yadigar kimi Qafqazdan apardığım hər şeyi, silahları, qiymətli paltarları, daş qaşları, hədiyyələri gözdən qoymurdu. Digər tərəfdən elə mən də hərəsi bir əziz dostdan xatirə qalan bu əşyalardan çox da aralı düşmək istəmirdim. Biz tarantasımızı gözləyərkən nəzarət məntəqəsindəki otaqlardan birinə daxil olduq və orada atları açılmış kirşənin başı bəlalı sahibini gördük. Bu, nökəri ilə səyahət edən bir alman idi. Mən almanca bir kəlmə də bilmirdim. O isə fransızca azmaz danışırdı. Buna görə də söhbətimiz heç cür alınmırdı. Sonra biz ingiliscə danışmağa cəhd etdik. Ancaq bu zamanda başqa bir əngəl yarandı. Mən ingiliscə yaxşı oxuya bilirəm, ancaq çox pis danışıram. Birdən o məndən İtalyan dilini bilib-bilmədiyimi soruşdu. Mən ona hə cavab verdim. Belə olduqda o nökərini səslədi. Paulo, Paulo, Paulo. Paulo peyda oldu. Mən onu Renga Kui kəlməsi ilə qarşıladım və bu sözdən sonra onun sevincdən çiçəyi çıtladı. O yüyürə-yüyürə gəldi. Yazıq oğlan Venesiyalı idi. Doğma şirin ləhcəsi ilə yollardan, soyuqdan, qardan, keçdiyi çaylardan gileyləndi. Nəhayət yanvar ayında Qafqaza səyahət etməyin bütün gözəlliklərindən danışdı. Dantenin dediyi kimi öz ölkəsinin xoş səsini eşitmək ona böyük sevinç bəxş etdi. Dediyinə görə o buraların belə olduğunu təsəvvür etmirmiş. 2-3 ildən bəridir ki, başına belə iş gəlməmişdi. O İrandan qayıdarkən Aleksandropol, İrəvan və Təbrizdən keçmişdi.
Aleksandropol kimi bir yerdən keçib gələ bilmiş, ancaq Surami yolu bağlandığından burada dayanıb qalmışdılar. Nəzarət məntəqəsinin rəisi də bizə elə bunu yazmışdı. Paulo yaxşı ovçu idi və Aleksandropoldan bu yana ağası da özü də onun vurduğu ovla dolanmışdılar. Ancaq onun gülləsi qurtarmışdı. Bizim də bütün ehtiyatımız tükənmişdi. Tiflisdə isə bu barədə düşünməmişdik. Ona görə də oğlana bir şey verə bilmədik. Xoşbəxtlikdən yemək ehtiyatımız Qoriyə çatana qədər bəs edəcəkdi. Biz Qriqorinin Qoridə şəhər rəisi olan Qaynigildə yenidən yemək tədarükü görə biləcəkdik. Tarantasdan və arabamızdan hələ də xəbər ətər yox idi. Bəlkə də hər iki minik elə çayın sahilində yükünü boşaltdığımız yerdəcə qalmışdı. Təkcə bir yol qalırdı ki, ata minib gedib onlardan xəbər bilək. Qriqori özü getməyi təklif etdi. At çapmaq həvəskarı olan Moyne də bu fürsəti əldən vermək istəmədi və onlar ikisi də ekipajlarımız olan istiqamətdə yola düşdülər. Təxminən saat yarımdan sonra mən zınqrov səsləri eşitdim. Moyne və Qriqori hay-harayla təntənəli surətdə miniklərin ikisini də gətirirdilər. Onlar Tarantası çayın ortasında, arabanı isə o biri sahildə tapmışdılar. Tarantasa qoşulmuş 3 at onu dik sahildən çəkib çıxara bilməmişdi. Əllərində olan atların hamısını qoşub əvvəlcə Tarantası, sonra isə arabanı çaydan keçirmək nə Timofeyin, nə də arabaçının ağlına gəlmişdi. Onlar belə etsəydilər, miniklərin ikisini də bir-birinin ardınca sahilə çıxara bilərdilər. Moynenin təklifindən sonra onlar arabadan açdıqları 3 atı Tarantasa qoşmuş və nəticədə hər iki miniyi qarşıdakı sahilə keçirib gətirmişdilər. Zınqrov səslərinin getdikcə yaxınlaşması onların çatdığından xəbər verirdi. Miniklər meşəni keçəndən sonra ikinci çayın sahilində dayanmışdılar. Burada da eyni üsul təkrar edilmiş və Timofeyin təəccübünə səbəb olsa da hər şey yağ kimi getmişdi. Elə təzəcə rahat nəfəs alırdıq ki, Alman dilində söyüşlər eşidildi. Bu söyüşləri bizim Tifton Kvensen nəzarət məntəqəsinin rəisinə yağdırırdı. Böyründən xəncər asılan bir zərbəsi ilə istənilən Almanı yerə sərməyə qadir olan güclü və əzələli gürcü nəzarətçi Almana kirşəsini boşaldıb bizə verməyi əmr etmişdi. Və bunu da onunla əsaslandırmışdı ki, hər məntəqədə kirşəni dəyişmək lazımdır. Belə olan təqdirdə Alman haqlı olaraq öz tələbini bildirmişdi. Bir halda ki, biz onun kirşəsini götürürdük, o da bizim kirşəni götürə bilərdi. Almanın bu haqlı tələbinə tutarlı cavab verə bilməyən gürcü ona heç qulaq asmamış, zorbalığına salıb Arminis nəslinin nümayəndəsinin əşyalarını qarın üstünə boşaltmağa başlamışdı. İşə qarışmasaydım bu hadisə çox pis nəticələnəcəkdi. Nəzarət məntəqəsinin rəisi Almanın kirşəsini ona görə alırdı ki, qar üzündən nə tarantasımız, nə arabamız buradan o tərəfə gedə bilməzdi və artıq yolumuza davam etmək üçün bizə 2 kirşə lazım idi. Ancaq bir halda ki, bizim tarantas uzağa gedə bilməyəcəkdi, ən azından Tiflisə geri qayıda bilərdi. Alman da öz növbəsində bizim tarantasa minib Tiflisə gedə bilərdi. Bu isə onun üçün daha rahat olardı. Yoxsa o, hər dayanacaqda şeylərini kirşədən boşaldıb başqasına yığmalı olacaqdı. Bu təklif əvvəlcə Teftonu özündən çıxartdı. O coşdu, lakin atalar demişkən onun bir atımlıq barıtı var imiş. Tezliklə hirsi soydu və biz dünyada ən səmimi dostlar kimi bir-birimizin əlini sıxıb ayrıldıq. O tarantası Zubalovun evinə təhvil verməli idi. Bu halda Kalinaya göndərdiyimiz məktubda onun tarantasla istədiyi kimi rəftar etməsinə icazə verilirdi. İstəsəydi onun taxtalarını söküb tonqal qalayar, dərisindən isə özünə uzunboğaz çəkmək tikdirərdi. Dəyərli minik bizə xeyli xidmət göstərmişdi. Tarantas kimi əlindən gələni etmişdi. Mənim özüm həmin bu tarantasda 3000 vers yol keçmişəm. Həm də elə yolları ki, fransız miniyi belə yerdə 10 addım getməmiş qırılıb yolda qalardı. Nuxada təkərini dəyişdirməyimiz istisna olmaqla o bir dəfə də olsun bizi yolda qoymamış, ləngitməmişdi. Bu köhnə, yaşlı miniyin neçə yaşı olduğunu onu Həştərxandakı nəzarət məntəqəsinin rəisindən 75 rublə alana qədər neçə il işlədiyini təkcə Allah bilir. Görəsən o yeni sahibini Tiflisə sağ-salamat aparıb çıxarmışdımı? Yoxsa İppolitin atları kimi vərdiş etdiyi tanış əllərin təmasını artıq hiss etmədiyindən köhnə miniklərin min bəhanəsindən birinə əsaslanaraq onu yarı yolda qoymuşdu? Bəlkə də belədir. Ancaq buna heç inanmağım gəlmir. Yəqin ki, o yolunun üstündəki dayanacaqların hər üçünü kişi kimi keçmişdir. Miniklər arasında tarantaslar üstündəki yüklə yolu keçən nəhəng divləri xatırladır. Onlar elə möhkəm hazırlanıb ki, sanki Nuh tufanından sağ-salamat çıxmış, hələ üstəlik qiyamət gününə qədər də tab gətirəcəklər. Bizə qayğıkeşliklə yanaşan Gürcü, nəzarət məntəqəsinin rəisi yola düşməzdən qabaq bəzi lazımi məsləhətlər verdi.
Bizdən 3 gün əvvəl keçəcəyimiz yolda 3 atlı kazak qar çovğununa düşmüşdü. Nəzarət məntəqəsindən təxminən 10 verst aralıda onların və atların meyitləri tapılmışdı. Əgər yolda biz də belə bir havaya düşsək, yəni hava üzünü turşudub qaşqabağını töksə, biz onda yolun 15 versliyində olan kiçik kilsədə daldalana bilərdik. Yox, əgər belə bir hadisə biz kilsəni keçəndən sonra baş verərdisə, onda atlarımızın altısını da qoşqudan açar və hər iki minikdən özümüzə çəpər qurar, atları da bu çəpərin ətrafına bağlayardıq. Qar çovğunu sovuşandan sonra yenidən yola düzələrdik. Əlbəttə, bütün bunlar o qədər də ürək açan işlər deyildi, ancaq adamı ən çox narahat edən bu idi ki, artıq günorta saat 3 olmuşdu və biz Çolaki nəzarət məntəqəsinə şəhər qarışandan sonra gəlib çatacaqdıq. Bütün bu kədərli fikirlərə, nəhsə əlamətlərə baxmayaraq, biz yolu sağ-salamat getdik. Arabaçılar kazakların və onların atlarının qar çovğununa düşüb öldükləri yeri bizə göstərdilər. Bura yol boyu uzanıb gedən kiçik bir dərə idi. Onlar səhvən yolu azmış, gəlib bu dərəyə düşmüşdülər. Yolçular üçün tələ olan bu dərədə boğuran qasırğa onları haqlamışdı. Əgər atları və onların meyitlərini yemək üçün qarı eşələyən canavarlar olmasaydı, yəqin ki, onları ancaq gələn baharda qar əriyəndən sonra tapacaqdılar. Çolaki nəzarət məntəqəsi çox gözəl bir yerdir. Şam üçün nəyiniz var? Keyfiniz nə istəsə. Çox gözəl qızardılmış cücə varınızdırmı? Yox. Qoyun əti necə? Yox. Bəs yumurta? Yox. Suallar çox idi, cavab isə dəyişmirdi. Qonaq olduğumuz məntəqədə qara çörəkdən və bənövşəyi çaxırdan savayı heç nə yox idi. Biz isə nə belə qara çörəyi yeyə bilirdik, nə də belə çaxırı içirdik. Öz ərzaq ehtiyatımıza əl atmaq lazım gəldi. Xoşbəxtlikdən bizim hələ bir neçə tikə kalbasamız və hinduşka ətimiz qalmışdı ki, özgə vaxt mən onları heç bir canlı yaşamayan bu dərənin ac-yalavac canavarlarına da təklif etməyə utanardım. Ancaq indi kalbasaları qabığı ilə, hinduşka ətini isə sümüklü zadlı yedik. Doymasaq da aclığımızı biraz yatıra bildik. Mənim zəhləmi tökən zəhrimara qalmış çaydan da bir fincan içdik. Çayı hər yerdə tapmaq olur. O ruslar üçün hər şeyi əvəz edir. Elə bu vaxt xəbər verdilər ki, bir nəfər zabit gəlib və mənimlə danışmaq istəyir. Ona deyin ki, əgər məni şam yeməyinə dəvət etməyə gəlibsə, kim tərəfindən göndərilməyindən asılı olmayaraq nahaq zəhmət çəkib, dedim. Xeyr, o yalnız sizi görmək üçün gəlmişdir. Zabit daxil oldu. Bütün rus zabitləri kimi o da gülərüz bir adam idi. O burada olduğumu öyrənmiş və məni görmədən getmək istəməmişdi. Bu adam günorta saat 2-də Tiflisdən çıxmış, həm poçtalyon olduğuna və bu səbəbdən də yolları yaxşı tanıdığına görə, həm də yaxşı atı olduğuna görə bizim gün yarıma gəldiyimiz yolu 6 saata gəlmişdi. Orası da var idi ki, onun bizimki kimi yüklə dolu kirşəsi yox idi ki, onu yolda ləngitsin. Gözlənilmədən təcili Kutaisiyə getmək əmri almış və tələm-tələsik əyninə əskər şinelini keçirib, başına isə balaca furaşkasını qoyub yola çıxmışdı. Sezar Averin dağlarını keçdiyi kimi, o da belə yüngül paltarla Surami qarını keçib gedəcəyinə ümid edirdi. Əlində qalxanı da yox idi ki, Sezara qarşı çıxmış Galliyalı Vercingetorix öz şərhlərində nəql etdiyi kimi heç olmasa qabağındakı qarı kürüyüb kənara ata bilsin. Yazıcı Madame de Sevigny qızına baxanda qəlbi göynəyirdi. Mən isə əyni nazik olan zabitə baxanda soyuqdan titrəyirdim. Papaqlarımdan birini zabitin başına qoydum və çiyninə də bir kürk atdım. Bunun əvəzində o mənə öz adını dedi. Onun adı Kapitan Kupski idi. O mənim papağımı və kürkümü Kutaisidəki nəzarət məntəqəsinə qoyacaqdı və mən də gedib götürəcəkdim. O 10 qədəh araq içəndən sonra kirşənin üstünə qalxdı və sürətlə yoluna davam etdi. Mən nəzarət məntəqəsinin qapısında dayanıb kapitanla vidalaşarkən zınqrovların səsini eşitdim. Bu həmişə geridə qalan, hamıdan axırda gələn Timofey idi. Məni ən çox təəccübləndirən bu oldu ki, o kirşə ilə yox, arabayla gəlmişdi. O elə gecikmişdi ki, Kupski artıq Kvensenə çatmış və qarşısındakının kim olduğunu bilmədən əlimizdəki 2 möhürlü kağızın verdiyi imtiyazla bizim almana etdiyimizi poçtalyon hüquqlarına əsaslanaraq o da Timofeyə etmişdi. O Timofeyin kirşəsini əlindən almışdı. Timofey isə qarda boranda yolda qalacağından qorxaraq bizim çamadanları arabaya yükləmiş, özü də onunla yola düşmüşdü. O 2 saat gec də olsa sağ-salamat gəlib çatmışdı. Ancaq gəlişi elə inanılmaz idi ki, ləngidiyinə görə onu danlamağı lazım bilmədim. Bu kiçik hadisə böyük nəticələrə gətirib çıxartdı.